Birinci sualdan başlayıram. Birinci sual 2021-ci ilin qəbul sualıdır. Quş və qanadların məsələsinə aid bir sual tapşırığıdır. Burada birinci sual oxuyuruq. Deyir ki, qanadların eni müəyyən qədər olan kazuar, qutan, albatros, dəvə quşu, qu, dovda, kondor və qrif quşlarının müxtəlif çəkiləri var. Üç kateqoriyalı mətnimiz var. Biz üç kateqoriyalı mətnlərdə həmişə demişdik necə gedirdi. Bir tərəfdən hansısa bir şərt yazırdıq. Digər tərəfdən isə boşluqları doldururduq. İndi burada qanadların eni var, çəkilər var, bir də quş adları var. Yəni biz quşların çəkilərini və qanadlarını tapdığımıza görə gəlin quş adlarını bir kənardan düzelt. Quşların adlarını yazıram. Kazuar, qutan, albatros, dəvə quşu, qu quşu, dovdak, kondar və qrif. Bizə lazımdır bunların qanadların eni yazıram n. Bir də çəkilər aşağıdan yazıram çəki. Birinci cümlə. Və bir dənə detal deyim, ondan sonra keçirəm. Bir dənə diqqət eləyin. Quşların adı gör nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə quş adı var. Amma qanadların eni 7 dənədir. Və çəkilər də 7 dənə. Deməli, hər hansı 2 dənə quşun qanadların eni və çəkiləri təkrarlanacaq. Amma indi hansılardır onları bilmirəm, amma bilir ki, 100% təkrarlanacaq. Keçirəm suala. Məlumdur ki, qanadlarının eni ən böyük olan dəvə quşunun çəkisi qanadların eni 3,2 metr olan kazuarın 1 sentinin çəkisindən çoxdur. Gəl bax bunları qeyd edək. Qanadların eni ən böyük olan dəvə quşu, yəni 3,5 metr yazdım dəvə quşuya. Qanadların eni 3,2 metr olan kazuarın 1 sentnerlik çəkisindən çoxdur. Biz də bilirik ki, 1 sentner nə qədərdir? 100 kiloqram. Və kazuarın 1 sentnerlik çəkisidirsə, deməli kazuarın çəkisi 100 kiloqramdır, yazıram qabağına. İndi məsələ nədir? Dəvə quşu bundan çoxdursa, 100 kiloqramdan. 100 kiloqramdan çox bir dənə nə var? 120. Dəvə quşu yazıram 120 kiloqram. Vəsə. Və birinci şərt getdi. 2 dənə quşun qanadların enini də tapdıq, çəkilərini də tapdıq. Birinci şərt tamamdır. Keçim ikinci şərtə. Çəkiləri 16 kiloqram olan dovdak və albatrosun qanadlarının enlərinin cəmi 6 metrə bərabər olsa da, dovdakın qanadlarının eni albatrosun qanadlarının enindən azdır. Və gəlirəm birinci dovdaqla albatroza, çəkilərinə yazıram 16. Dovdaqa da, albatroza da 16. Yad edək, çəkilərin hansısa təkrarlanmalı, demək 16 imiş o. Qanadların enlərinin cəmi 6 metrə bərabərdirsə, və dovdakın qanadlarının eni üstünə albatrosun qanadlarının enin gələndə 6 metr olmalıdır. Və həmçinin dovdağın qanadlarının eni albatrosun qanadlarının enindən az olmalıdır. Mən də rəqəmlərə baxsam, cəmi 6 olan ya 2,5 ilə 3,5 var, ya da 2,8-dən 3,2 var. İndi hansı olacaq bilmirəm. Bəzi tələbələr deyir ki, müəllim 3,5-də istifadə olunub, 3,2-də necə ola bilər ki? Bir ya deyir axı, hansısa biri təkrarlanacaq. Ona görə təkrarlanmağın bir problemi yoxdur. Biri təkrarlanmalıdır onsuz da. Qaranlıq qalan məqam var. Keçdim son cümləyə. Qanadlarının eni ən az olan qrifin çəkisi, qanadlarının eni 3 metr olan qutanın çəkisindən azdır. Qanadların eni 2,7 metr olan qu quşunun çəkisindən çoxdur. Gəl bu dediyin başlayaq asta-asta qeyd eləməyə. Qanadların eni ən az olan qrifin çəkisi, bura yazıram qrif və çəkisi ən az olan. Qanadların eni ən az olan daha doğrusu. Yəni 2,5 metr olan. Qrifə yazıram 2,5 metr. Qanadların eni 3 metr olan qutanın çəkisindən azdır. Azdır qutandan və qutanın qanadlarının eni 3 metrdir. Qanadların eni 2,7 metr olan qu quşunun çəkisindən çoxdur. Çoxdur qu quşundan və qu quşunun qanadlarının eni 2,7 metrdir.
Bunu yazandan sonra şərtlərin bitdiyində gəlib boşluqları doldurmağa. Biz bayaq dedik ki, Dovdakdan Albatrosda ya 2,5-dən 3,5-dir, ya 2,8-dən 3,2. İndi mən 2,5-dən 3,5-i götürə bilmərəm. Çünki 3,5-də istifadə olunub, 2,5-də. Bizdə bir dənə rəqəm təkrarlana bilər, iki dənəsi yox. Çünki quşların sayı 8-dir, qanadların sayı 7. Yəni bir dəfə təkrarlanmaq ola bilər, ikincisi ola bilməz. Ona görə 2,5 ilə 3,5 ikisi də olduğuna görə bunu götürə bilmərəm. 2,8-dən 3,2-ni götürürəm. Dovdaka yazıram 2,8 metr. Albatroza yazıram 3,2 metr. Və diqqətlə baxsaz, qanadların enindən 2,5, 2,7, 2,8, 3 metr, 3,2 metr, 3,5 metr hamısı istifadə olunub. Bir dənə 3,1 metr qalıb, o da düşür kondara. Gəldim çəkilərə. Və çəkilərdən nəyi müəyyənləşdirməliyik? Çəkilərdən təkrarlanma artıq bəllidir. 16 təkrarlanıb. 100, 120 istifadə olunub. 107, 120 getdi. Yerdə hansı çəkilər qalıb? 11, 12, 14, 22. Bəs quşlardan hansılar qalıb? Qu quşu qalıb, qrif qalıb, qutan qalıb, bir dənə də kondar qalıb. Mətn bitdi. İndi gəlin, keçək sualları bir-bir həll eləməyə. 40-cı sual. Deyir, qutanın çəkisi 14 kiloqramdırsa, qanadların eni 2,5 metr olan quşun çəkisi neçə kiloqramdır? Əgər gəlib mən buradakı rəqəmlərdən 14-ü qutana versəm, qutan çoxdur qrifdən. Deməli, qrif 12 olmalıdır. 12 də böyük olmalıdır 11-dən. 11, 12, 14 getdi. Kondar da bir dənə qalırdı avtomatik 22. Emil nə qarşın, ay Emil? İndi burada avtomatik olaraq bizdən qanadların yəni 2,5 metr olan quşun, yəni qrifin çəkisini istəyir. O da olur 12 kiloqram. Cavab oldu D variantı. Problem var. Hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir olsun. Keçdim 41-ə. Gəl 42-ni də həll eləyeyim, sonra 41-ə keçim. 42-ə baxın. Bax 42-ə keçəndə bu sualın şərti silinir. 42-də təzə şərt var. Deyir, qu quşunun çəkisi 12 kiloqramdırsa, çəkisi ən az olan quşun qanadlarının eni neçə metrdir? Qu quşunun çəkisi 12 kiloqram olsa, 12-dən böyük qrif var, qrifdən də böyük qutan var. Yəni 12-ni qu quşuna vermişəmsə, 12-dən böyük 14 var, 14-dən də böyük 22 var. 12, 14, 22 gedir, kondara bir dənə qalır 11. İndi çəkisi ən az olan quş kim oldu? Yəni 11 kiloqram kondar oldu da. Kondarla qanadlarının eni 3,1 metr. Cavab olur 3,1 D variantı. Bu oldu 42-ci sualımız. Və bir dənə 41-ə baxsaz, 41-də baxın bizə nə deyir? Deyir ki, sən əgər mətnə hansı cümləni əlavə eləsən, bütün quşların çəkisini təyin edə bilərsən. Mən 4 quşun 4-ün də çəkisini təyin eləmək istəyirəmsə, 2 dənə cümlə verə bilər mənə. Ya deməlidir ki, kondarın çəkisi qutanın çəkisindən çoxdur. Bax 4 dənə böyüdən kiçiyə düzülsün. 22, 14, 12, 11 yazım. Ya da deməlidir ki, qu quşunun çəkisi kondardan çoxdur. Yenə 4-ü böyüdən kiçiyə düzülsün. Qutan böyüdü qrifdən, o qu quşundan, o da kondardan əməliyyatı düzə bilim. Yəni ya kondar qutandan çox olmalıdır, və ya yazmalıdır ki, kondar böyüdü qutandan, ya da yazmalıdır ki, kondar kiçikdir qu quşundan. İkisindən hansı varsa cavabını ona götürəcəm. O da bax B variantına. Deyir, kondarın çəkisi qu quşunun çəkisindən azdır. Kondar qu quşundan az olan kimi avtomatik 4-ün də böyüdən kiçiyə doğru düzə biləcəkdir. Bitdi getdi. Cavab oldu B variantı. Bu oldu ilk situasiyamız, bu da getdi. Keçirəm ikinci situasiyaya. Mən bir dənə sual verə Dərsimiz bilərəmmi? neçə dəqiqə bitəcək bilmək olar? 5-ə kimi bitər yəqin ki. 5. Yaxşı.
Padişah buyur sual var idi. Bəli, müəllim. Orada siz dediniz ki, kondorun iki Aha. dənə şərtlidir. Birini verirsə hansını götürür? Biz orada yəni D variantını göstərək nə olardı? Kondorun çəkisi, bu Onların quşun çəkisi çəkisindən. quy quşunun çəkisindən çoxdur. Quy quşundan çox olduğunu bildim. Bəs yaş qrifdən çox ya da az olduğunu bilmirəm axı və yaxud da qutandan. Hə, bəli. Onları Yəni burada müqayisə edin. bəlkə qriflə qutanın arasında da onu da bilmək olmaz. Onu təyin edə bilmirəm asla. Keçdik məşhur yarpaq məsələsinə. Bu yarpaq məsələsi indiyə kimi heç vaxt təkrarlanmayıb. Nə Dimen sınağında, nə də qəbulunda. Heç bir yerdə təkrarlanmayıb. Təkrarlanma ehtimalı yenə var, çox böyükdür. Həllin deyirəm, sualı dəyişərlərmi? İnanmıram dəyişsinlər. Çünki bu tipli sual təzədən hazırlamaq çətin məsələdir. Amma hər ehtimalı gedişatın bilər ki, dəyişsələr öhdəsindən gələ bilər. Deyir ki, ağacdan qopan yarpaqların bir hissəsi təmiz skamyaya, bir hissəsi ağacın yanından axan çaya, qalan hissəsi isə otların üstünə tökülmüşdü. Çaya tökülən yarpaqların üçdə bir hissəsi çaydakı daşlara ilişmiş, qalanını su aparmışdı. Və ümumiyyətlə, ağacdan qopan yarpaqlar hara tökülüb? Yarısı skamyaya, yazıram skamyaya. Bir hissəsi axan çaya gedib, yazıram çay. Bir hissəsi otların üstünə tökülüb, yazıram ot. Buradan davam edelim. Çaya tökülən yarpaqların üçdə bir hissəsi çaydakı daşlara ilişib, qalanını isə su aparıb. Çaylara nə qədər yarpaq tökülüb bilmirsən. X götürdün. X-in üçdə bir hissəsi daşlara ilişib. Yəni üçdə bir X daşlara ilişib, yazıram ilişib qalıb. Yerdə qalanını isə, yəni üçdə bir ilişibsə, deməli üçdə ikisi qalırdı. Üçdə iki X-i də su aparıb. Bu getdi. Otların üstünə tökülmüş yarpaqlardan rəngləri qırmızı olanların sayı tək ədədlə ifadə olunur. Bax, qırmızı olanlar tək ədədlə ifadə olunur. Onların sayı sarı rəngdə olanların sayından azdır. Yaşıl rəngdə olanların sayından çoxdur. Çoxdur yaşıl olanlardan. Sonradan əsən külək ağacdan daha alt yarpaq qoparır və otların üstünə tökür. Sonradan bir dənə külək əsir, otların üstünə tökülən yarpaqlar nə qədər idisə, altısına sonradan gəlir. Bura kimi sadə gəlir. Bura kimi problem var. İndi davam edirəm. Bura diqqətlə qulaq asın. Həmin külək skamyaya düşmüş yarpaqların 60%-ni sovuraraq skamyaya nə qədər yarpaq tökülüb bilmirsən. Bunu da gəl Y götürək. 60% sovrulubsa, deməli 40% qalıb. Yəni 0,4 Y qalıb skamyanın üstündə. 0,6 Y sovrulub. Həmin bu sovrulan yarpaqların yarısı otların üstünə tökülür. Digər yarısı isə çayda daşlara ilişmiş yarpaqların 1/4 hissəsi ilə birlikdə axan suya qovuşur. Bax, bu nə deməkdir? Bax, bunu lor dillə ifadə edilmişsə, demək ki, skamyada yarpaq olur, bir dənə külək əsir. Həmin o yarpaqların 60%-ni götürür özü ilə bir yerdə külək. Onun yarısı, yəni 0,3-ün otların üstünə tökür. Digər 0,3-ün isə çayların üstünə tökür. Amma çayların üstünə gedəndə tək getmir. Bu çay daşlarına ilişib qalan yarpaqlar var da, 3/1-in. 3/1-in 4/1-in özü ilə aparır. Bu cümləsi çaşdırmasın ha. Mən sonra deyirəm, tutam ki, 8-in 4/1-ini tap. 8-in 4/1-i nətər tapırsan? 8-i 4/1-ə vurmursan. Bu da eyni qaydada. Sən indi deyirəm ki, 3/1-in 4/1-ini tap. 3/1-i vurursan 4/1, edir 12/1 x. Deməli 12/1 x-lə 0,3 y-də birləşir, gedirlər çaya, yəni suya. Bunu bir də deyirəm, keçirəm sualın həllinə. Skamya düşmüş yarpaqların 60%-i sovrulur. Yarısı, yəni 0,3 otlara tökülür. Digər yarısı çaya gedir. Və gedəndə bu 3/1-in, 4/1-in, yəni 12/1-in özü ilə aparır, gedirlər suya. Все, bitdi, getdi. Sistemi qurduğumu. Keçirəm sualın həllinə. Sualın həllini deyəcəm. Orada bir dənə sualı heç həll eləməsən də cavabını tapmaq olurdu. Onu da izah edəcəm sizə. 43. Ağacda ən azı neçə yarpaq olur?
Gəl baxaq. Birinci x-dən başlayıram. Elə sizdən soruşuram, cavab verin. Burada mən x-in yerinə ən az neçə qoya bilərəm? 3, 12. 12. 12 qoyuram, bəli. Niyə görə 12 qoyuram ən az? Çünki elə bir ədəd qoymalıyam ki, 3-də 1 də tam ədəd eləsin. 12-də 1 də tam ədəd eləsin. O da elə 12-nin özüdür də. Deməli, x-in ən kiçik qiyməti 12-dir. Gəlirəm otlara. Başlayıram. Elə birinci yaşıldan başlasam, yaşla verə biləcəyim ən kiçik qiymət 1-dir. Elə 1-in özünü verərəm. 1 kiçikdir. 2 götürə bilmirəm, çünki qırmızılar tək ədəd olmalıdır. Ona görə qırmızını 3 götürürəm. 3 də kiçikdir, 4 götürürəm. 4, 3, 1. Olur 8 dənə yarpaq. 6-sı da sonradan gəlmişdi axı. 8 plus 6 edir 14 dənə. Gəldim Y-ə. Şu. Y-ə də elə bir qiymət verməlisən ki, 40% də tam ədəd eləsin, 30% də tam ədəd eləsin. O hansı ədəddir ki, 30% də tam ədəddir, 40% də? 10. 10 olur da. Şu. O da eləyir 10. 10, 12, 14. Toplayıram o pişilir 36 dənə yarpaq. Cavab olur Y variant. Ən az 36 dənədir. Keçirəm 44-ə. Aşağıdakılardan hansını müəyyən etmək mümkündür? Bu tipli suallarda həmişə minimumları, ən azları tapa bilirsən, başqa heç nəyi. Deyir çay daşlarına ilişib qalan yarpaqların sayını. Çay daşlarına ilişib qalan yarpaqların sayı 3-də 1 x-dir. Sən burada x-in yerinə 12-yə bölən istənilən bir ədəd qoya bilərsən. Burada minimum deyir deyə biz 12 götürmüşdük bax. Belə normalda 24 dollar, 36 dollar, 48 dollar. Ona görə normal sayını deyə bilmərəm heç vaxt. Həmçinin yarpaqların maksimum sayını heç vaxt deyə bilmərəm. Maksimum deyirsə müsbət sonsuza qədər gedib çıxır. Deyə bilmərsən heç vaxt. Amma otların üstünə qalan yaşıl ağac yarpaqlarının minimum sayını tapa bilərsən. Yəni mən burada yazdığım bir minimum sayı idi. Ona görə yalnız 2 tapılır. Cavab olur A variantı. 45-də yarpaqların ən az neçəsini su aparır? Bax elə qurduğum diaqrama bax. Suya gedən yarpaqlar hansıdır? 1 3-də 2 x-dir suya gedənlər. Üstə gəlinsin 12-də 1 x-dir. Üstə gəlinsin 0,3 y-dir. Yəni bax qabanı su yazmışıq da suya gedən bütün yarpaqlar bax budur. X-in ən kiçik qiyməti 12 idi, yerinə 12 qoyuram. Y-in ən kiçik qiyməti 10 idi, yerinə 10 qoyuram. 12-nin 3-də 2-si eləyir 4 vur 2 8. 12-nin 12-də 1-i edir 1. 0,3-ü də ona vuranda edir 3. Toplayanda edir 12. Deməli ən az 12 dənə yarpağı su aparır. Cavab olur Y variantı. Bu da oldu məşhur ağac sualımız. Dediyim kimi gedişat bu formadadır. Sual yəqin şərti yadınızda qaldı. Sual kopya eyni düşsə, bir də buna vaxt itirməyin. Cavablar 36, 12, bir də minimum olanlardır. Belə yadda saxlayın. Amma ola bilər, rəqəmi dəyişsə, sxemba bu şəkildə qurub belə həll edilməlisən. Keçdim o bir suala. Bu da növbəti bir situasiyadır. Bu da hələ ki heç arada təkrarlanmayıb, təkrarlanma ehtimalı olan suallardandır. 2021-ci ilin qəbul 2-ci həftindədir. Deyir, yalnız natural dildə tətbiq olunan A və B operatorları haqqında məlumdur ki, A operatoru tətbiq olunduqda ədəd 3-ə vurulur və üzərinə 1 əlavə olunur. Yəni A-nın gördüyü iş ədədi x götürsəm, x-i 3-ə vurub üzərinə 1 gəlməkdir. B operatoru tətbiq olunduqda ədəd 2-yə vurulur və üzərinə 3 əlavə olunur. Yəni ədədi x götürsəm, 2-yə vurub üzərinə 3 gəlməliyəm. Sən bax burada nümunə verib. 4-də məsələn birinci B-ni tətbiq eləyəndə B nə edirdi? 2-yə vurub üstünə 3 gəlir. 4-ü vuram 2-yə 8, üstünə 3 gəlirəm, edir 11. Qalır 11-ə. 11-ə də A-nı tətbiq eləyəndə A da 3-ə vurub 1 gəlir. 11-i vuram 3, 33, üstünə 1 gəlirəm, 34. Keçirəm suallara. Deyir, hansı ədədə 3 dəfə ardıcıl olaraq B operatoru tətbiq olunarsa, 109 alınır. Bunu bir-bir variantları qoyub, 3 dəfə dalbadal B-ni tətbiq edib hansı 109-a çıxır, onu da hesablaya bilərsən. Və yaxud da tərsinə gedə bilərsən.
Məsələn, tərsinə getmək nə deməkdir? Mən birinci dəfə B-ni tətbiq edib bir ədəd alacağam. Sonra B-ni tətbiq edib bir dənə cavab alacağam. Sonra həmin cavab bir dəfə də B-ni tətbiq edəndən sonra 109 alınır. Mən 109-dan geriyə doğru başlayıram getməyə. Yəni ilk yoxlanış. Hansı ədədi Bilmem, 2-yə vurub bölü üzərinə 3 necə? 0 bölürük, o elə deyirsiniz. 0 bölü 2. Ha, bir-bir elə geri gedəcəm. Hansı ədədi 2-yə vurub 3 gəlsəm 109 elə. Birinci bunu axtarıram. 2x eləyir 106, x bərabər olur 53-ə. İkinci dəfə gedirəm. Nəyi 2-yə vurub 3 gəlsəm 53 eləyər. 2x olur 50, x bərabər olur 25-ə. Üçüncü dəfə geri gəlirəm. Nəyi 2-yə vurub üzərinə 3 gəlsəm 25 eləyər. Bu səfər də bunu axtarıram. 2x olur 22, x də bərabər olur 11-ə. Deməli biz 11-i 2-yə vurub üzərinə 3 gəlir, edir 25. 25-i 2-yə vurub üstünə 3 gəlir 53. 53-ü 2-yə vurub üstünə 3 gəlir, edir 109. Şu cavab olur C variantı. Öz yerində. Keçirəm növbəti suala. Deyir 5 ədədinə 5 ədədin operatorların 5A və ya B, A və ya B kimi tətbiq edilməsi nəticəsində hansı cavab alına bilməz? Və ya nə deməkdir? Yəni anda götürə bilərsən B-ni də. Yəni sənə demək istəyir ki, 5-ə məsələn 2 dəfə dalbadal A-nı tətbiq elə. 5-ə bir dəfə A-nı, bir dəfə B-ni tətbiq elə. Ya da ki 5-ə bir dəfə birinci B-ni sonra A-nı tətbiq elə. Və yaxud da B-yə 2 dəfə dalbadal, 5-ə 2 dəfə dalbadal B-ni tətbiq elə. Burada AB ilə BA fərqli-fərqli şeylərdir. Gördükləri iş dəyişdiyinə görə bunların yerini dəyişəndə fərqli qiymətlər alınır. Yəni bu 4 dənə əməliyyatı törədəcəm. Hansı cavabları alınırsa variantlardan siləcəm, alınmayanı götürəcəm. Məsələn, 5-ə 2 dəfə A-nı tətbiq eləsəm nə baş verir? A 3-ə vurub üstünə 1 gəlir. 5-i vururam 3-ə 15, üstünə 1 gəldim 16. Sonra bir dəfə də tətbiq edirəm. 16 vur 3 48, üstə gəl 1 49. Deməli 49 alına bilir. Sonra yenə 5-ə birinci A-nı tətbiq eləyirəm, 16 eləyir. Sonra B-ni tətbiq eləyirəm. 16-da vururam 2-yə, 32, üstünə 3 gələm 35. Deyiləcəkdir. Aşağıda birinci B-ni sonra A-nı tətbiq elə. Birinci B-ni tətbiq eləyəndə 2-yə vurub 3 gəlirəm 13. Sonra A-nı tətbiq eləyəndə 13-ü vururam 3 39, üstünə 1 gələm 40, 40 da alınır. İndi bir dəfə B-ni tətbiq elədim 13, təzədən B-ni tətbiq eləyəndə 2-yə vurub 3 gəlirəm, eləyir 29. Deməli bir dənə burada 39 alınır. Cavab olur B variantı. Burada problem var. Əla. Bunun üçün sual Bunun üçüncü sual düşməyib bura PDF-in içinə. Amma yəni gerçək formadadır. O da yəqin ki, sortdan hansı rəqəm alınmağı ilə bağlıdır. Gəldim dördüncü suala. Mənim ümumiyyətlə qəbul düşmüş mətnlərin içində ən ləzzət edən mətnlərdən biri baxın budur. Yəni tam qəbul formatına uyğun, çox belə səliqəli mətn tipidir. 2 dəfə düşüb qəbula 2021 ikinci cəhd, bir də 2022 birinci cəhd. Belə bir şey olmalıdır. İndi asta-asta izah eləyirəm tam formada. Təkrar düşsə heç problem olmadan rahatla yaza biləcəyiniz sual formasıdır. Deyir A, B, C, D və Y adlı alıcılar ərzaq, geyim, təsərrüfat, oyuncaq və zərgərlik məmulatları mağazalarında olmuş və müxtəlif qiyməti olan mallar əldə etmişlər. Hər biri fərqli bir mağazadan bir mal alıb. Onların bəzisi ödənişi kredit kartı ilə, bəzisi isə nəqd olaraq etmişdir. Bax, kateqoriyalara hansıdır? Şəxs adları 1, A, B, C, D, Y. Mağazalar 2, qiymət 3, ödəniş üsulu 4. Şərtlərdən birini kənardan düzəcəm. Hansını düzüm? Qiymətlər varsa və rəqəmlər görsüz gözə cəlb edici gəlir də. Hamı hərflərlə də, amma bir dənə rəqəmlər fərqlənir.
Rəqəmlər düz ki, bir o birindən çox, bir o birindən az desə gözünün qabağında olsun. 9, 10, 11, 12, 32. Kənardan yazıram şəxs adı, şəxs. Sonra yazıram mağaza. Altına yazıram ödəniş üsulu. Başlayıram cümlələri oxumağa. 1. D-nin kredit kartı yoxdur. Deməli, D ödənişi nəqd ödəyib. Kənardan yazıram, lazım olacaq birazdan. 2. Y-nin kredit kartı ilə ödədiyi məbləği göstərən ədəd cütdür və o ödənilən məbləğlər arasında ən böyüyü deyil. Deməli, Y ödənişi kredit kartla ödəyib. Cütə də olmalıdır. Amma ən böyük deyilsə, deməli, ya 10-dur, ya da 12. İkisindən biridir. Sonraki cümlə. 10 manat xərcləyən B zərgərli və geyim mağazalarından mal almayıb. Deməli, 10 manat xərcləyən şəxs B idi. Zərgərli və geyim mağazalarından mal almayıb. Və buradan qeyd edirəm. Zərgərlikdən və geyim mağazalarından mal almayıb. Deməli, avtomatik 10 manat xərcləyən B idisə, Y-yə bir dənə qalır 12. Və ödəniş ödəyib kredit kartı ilə. Bura kimi problem yoxdur, düzdür. Sadə-sadə gəlir. Sualın əsas qırılma nöqtəsi bu 4-cü cümlədir. Buna diqqətlə qulaq asın. Deyir ki, ərzaq mağazasında təsərrüfat malları mağazasında xərclənəndən az, ən az pul xərclənməyən geyim mağazasından çox pul xərclənib. Bu nə deməkdir? Gəl cümləni sadələşdirək. Yazıram ərzaq mağazası, ərzaq mağazasında. Təsərrüfat malları mağazasının az pul xərclənib qeyd elədim. Bəs nədən çox pul xərclənilib? Geyim mağazasında xərclənəndən çox pul xərclənib. Amma hansı geyim mağazası ən az pul xərclənməyən geyim mağazası? Deməli, geyim ona görə ən sonuncu deyilsə, geyimdən əvvəl də deməli nəsə olmalıdır. Və indi bu düzülüşə bir dənə baxın. Ərzaq mağazası təsərrüfatdan azdır, ən az pul xərclənməyən geyimdən çoxdur. Şu çıxan bax budur. İndi mən burada geyimi hara yaza bilərəm? Ən az deyilsə 9-a yaza bilmirəm. Bayaq demişdik ki, B də geyim mağazasına girməyib, bu da getdi. Deməli, geyimi avtomatik 11-ə yazmalıyam ki, ondan qabaqda da ərzaq və təsərrüfatı yaza bilim. 11 olur geyim. Sonra gəlir ərzaq. Ondan sonra gəlir təsərrüfat. Mağazalardan geyim getdi, ərzaq getdi, təsərrüfat getdi. Qaldı oyuncaqla zərgərlik. O da B zərgərliyə girməyibsə, zərgərlik qalır 9-a, oyuncaq da qalır bura. Sıxıntı var nəsə? Evet. Son cümlə ilə sualı bitiririk. Kredit kartları ilə ödənilən məbləğlərin cəmi nəqd ödənilən məbləğlərin cəmindən 32 manat çoxdur. Bax, kredit kartı bir də nəqd. Общий nə qədər pul xərclənir? Bax, 32, 12, 44, bu da 11. 55, bu da 10. 65, bu da 9. Общий 74 manat pul xərclənib. Bir o birindən 32 vahid çoxdursa, məsələn, nəqd x götürsən, bu olur x plus 32. Cəm olmalıdır 74. 2x eləyir 42, x eləyir 21. Deməli, 21 manat nəqd ödəniş olunub. Bundan 32 manat çox. Yəni 53 manatda kredit kartına ödəniş olunub. Cəmi də olub 74. Kredit kartı ilə xərclənən rəqəmlərə gəlin baxaq. 12 manat var. Həmçinin 32 manat nəqd ödənilə bilməz. Çünki nəqd ödənilən cəmi 21. Necə 32 olsun ki? Ona görə deməli bu da kredit kartına ödənilib. 32, 12, 44 eləyir. 53 olmağına 9 çatmır. Deməli bu da kredit kartına ödənilib. 10 ilə 11 nə cəm edir? 21. Bunlar da qalır nəqd. Nəqd ödəyən şəxslərdən biri də kim idi? D idi. Bax, əvvəl yazmışdıq. Ona B yazmışamsa burada düşür D.
Şu. Mən bir dənə burdan şəxslərdən A ilə C-dən hansının 9, hansının 32 olduğunu təyin edə bilmirəm. Bu qaldı. Qalan hamısını tapa bildim. Sualları bizdən nə istəyirsə gəlin cavabı çıxardıq. Bizə 41 42 avtomatik çıxdı cavabları. 41-də deyir hansı mütləq doğrudur? B-yə baxın. Təsərrüfat malları mağazasına kredit kartlı ödəniş olunub. Həqiqətən təsərrüfat mağazasına kredit kartlı ödəniş olunub. Oyuncaq mağazasına nə qədər pul xərclənilib? Oyuncaq mağazasına 10 manat pul xərclənilib. 40-da isə şərt var. C təsərrüfat malları mağazasından mal almayıbsa, aşağıdakılardan hansı səhvdir? Əgər C təsərrüfat malları mağazasına girməyibsə, deməli C bura girməyib. C bura girmiş olur, A bura girmiş olur. Bir hansı səhvdir? C Y-dən çox pul xərcləyib. Belə səhv olan budur. C 9 manat xərcləyib, Y 12 manat. Y daha çox xərcləyib baxın. Ona görə cavab olur A variant. Var problem. Allah. Bunu da məhv elədik. Keçirin 5-ci üstü mətnimizə. Bu üstü mətni məşhurdur. Bu məncə elə sürətli şəkildə ilə bitirəcək. Bu sualda çox istifadə olunub. 2019-a düşmüşdü. Onda Rövşən Sabirzadə idi. Rövşən nə bilim başqa da adamlar. İndi burada başqa adam adları inandı. Və bizə burada nə deyir? Deyir Hikmət, Əhməd, Sabir və Vasif eyni bir binanın müxtəlif mərtəbələrində yerləşən müxtəlif sahəli mənzilləri almaq üçün müəyyən qədər kredit müddəti seçərək müəyyən qədər ödəniş ödəyiblər. Kateqoriyalardan birini düzürəm. Bayaq elədiyim kimi. Bəs bu səfər hansını düzə bilərik? Təbii ki, bu səfər adları düzmək daha əlverişlidir. Səbəb nədir? Çünki hamısı rəqəmdə axı burada. Rəqəmlər başımızı qarışdıra bilər. Ona görə gəlin adları düzək. Hikmət, Əhməd, Sabir və Vasif. Kənardan yazıram mərtəbə, mənzil, kredi müddəti, kredit, il yazıram elə. Bir də yazıram ödəniş. Birinci şərti oxuyuram. Məlumdur ki, sahəsi 60 kvadrat metr olmayan, 3-cü mərtəbədə yerləşən 6000 ilkin ödəniş olunaraq 4 illik kreditlə alınıb. Bu kimin mənzilidirsə bilmirəm, amma ilk şərtim bax budur. Bunların hamısı eyni bir şəxsə getməlidir. Bu birinci şərt. İkinci şərt. Vasifin 2 illik kreditlə aldığı mənzil üçün ilkin olaraq ödədiyi məbləğdən daha az pul ödəyən Əhməd 4-cü mərtəbədəki 70 kvadrat metrlik mənzili alıb. Deməli, Vasif evi 2 illik kreditlə alıb, gəlib qeyd edirəm. Əhməd 4-cü mərtəbədəki ev alıb və 70 kvadrat metrlik mənzil. Bir dənə də şərt olaraq bizə yazıb ki, daha az pul ödəyən Əhməd. Yəni, Əhməd Vasifdən daha az pul ödəyib. Bu da nəzərimizdə olsun. Bu da ikinci şərtimiz. Və nəhayət son cümlə. Vasifli mənzilindən yuxarı mərtəbədə sahəsi ən az olan mənzili Hikmət alıb, amma onu 3 illik kreditlə götürməyib. Deməli, sahəsi ən az olan mənzili, yəni 50 kvadrat metrlik mənzili Hikmət alıb, amma onu 3 illik kreditlə götürməyib və Vasifin mənzilindən yuxarı mərtəbədə yaşayır. Deməli, Hikmət Vasifdən yuxarıda yaşayır. Bu da olur üçüncü şərtimiz.
İndi avtomatik olaraq sizə bir dənə sual verim, özünüz cavablayın. Mənim bu birinci yazdığım cümlə var idi ha. Dediyi hamısı eyni bir şəxsə getməlidir. Birinci şərti mən hansı şəxsə yaza bilərəm? Hamısına inanda. Sabirə. Bəli, ancaq kimə yaza bilərəm? Qabağı bomboş olan kim var? Sabir. Deməli, bunların hamısı eyni anda gedir, avtomatik olaraq Sabirə. Gəlirəm, yazıram Sabir 3-cü mərtəbə. 6000 ödəniş. 4 illik kredit müddəti. Sahə 60 kvadrat metr deyilsə, 50 ilə 70-də istifadə olunub, 80 qalır Sabirə. Avtomatik 60 qalır bura. İl seçənəklərindən 2 ilə 4-ü yazmısan, 1 ilə 3 qalıb. Hikmətdə 3 deyilsə, Hikmətdə 1-dir, Əhməddə 3-dür. Mərtəbələrdən 3 ilə 4-ü yazmışıq, 5 ilə 6 qalıb. Hikmət Vasifdən daha hündürdə qaldığına görə Hikmətə 6 yazıram, Vasifə 5 yazıram. Bircə dənə ödəniş məsələsində nəyə diqqət edirəm? 4 nəfər şəxs var, amma ödəniş 3 dənədir. Deməli, hansısa 2 dənə şəxs eyni ödəniş ödəyib avtomatik olaraq. Məsələn, mən buna baxıram. Bir dənə nəyi çıxarda bilərəm burada detal olaraq? Vasif Əhməddən çox ödəyibsə, deməli Vasif 6000 ödəyə bilməz. Çünki 6000 nədənsə böyük deyil axı. Deməli Vasif ya 7000 ödəyib ya 8000. Həmçinin Əhməddə 8000 ödəyə bilməz. Çünki Əhmədi 8000 götürsən, 8000 heç nədən kiçik deyil axı. Ona görə deməli Əhməd də ya 6000 ya 7000. Amma Hikməti bilmirəm. 6000 də ola bilər, 7000 də 8000. Bunlar təyin edə bilmir. İndi 40-da mənzil alanlardan ikisi 8000 ödəniş ödəyibsə, onlar mənzil neçə illik kreditlə alıblar? 8000 ödəyə bilən bir Hikmət ola bilər, bir də Vasif ola bilər. Onlar da evi aldıqları kredit müddəti 1 və 2 ildir. 41-də deyir ki, aşağıdakılardan hansı səhvdir? Promo cavabı deyirəm, burada baxın səhv olan C-dir. Əhməd mənzili 4 yox, 3 illik kreditlə alıb. Cavab olur C. 42 aşağıdakılardan neçəsi mütləq səhvdir? Neçəsi say olaraq? 60 kvadrat metrli sahili mənzil üçün ödənilən ilkin məbləğ bilmirəm nə qədərdir. 80 kvadrat metrli mənzil üçün ödənilən məbləğdən, yəni 6000-dən çoxdur. Həqiqətən bu 7 də olsa, 8 də olsa 6000-dən çoxdur. Bu doğrudur, buna atıram gedir. Mənzil alan bu şəxslərin ikisi Sabirdən az ödəniş eləyib. Bu mütləq səhvdir. Çünki Sabir ən az ödənişi minimum 6000 ödəyib. 6000-dən kiçik heç kim ödəyə bilməz axı. Ona görə bu mütləq səhvdir. Mənzil alan bu şəxslərin yalnız biri 8000 ödəyib. Onu bilmirəm. Ola bilər biri ödəyib, ola bilər ikisi ödəyib. Ona görə mütləq səhv deyə bilmərəm. Əhməd 7000 ödəniş ödəyib. Əhməd 6000 də ödəyə bilər, 7000 də mütləq deyə bilmərəm. 1 və 3 illik kreditlə alınan mənzillər üçün ödənilən məbləğlər eyni olur. Eyni də ola bilər, fərqli də deyə bilmərəm. Yəni ona görə mütləq səhv olur, bir dənə cavab olur A variant. Problem var burada. Əla. Əla. Ya Allah, ya Allah. Çox yormayacağım, narahat olmayın. Son 5 dənə cəmiyyətin axırı onsuz da tərəzilərdə vəbşə rahatdır. Ortada 2-3 dənə çox rahat sual forması var. Maksimum 5-ə kimi bitirəcək. Prosta yenə deyirəm, bunların düşmə ehtimalını gözləyirəm. Ona görə indi bunları təzə izah eləmək istədim. Sizə ki, təkrar düşsə, sabah imtahanda problem yaşamayır. 6-cı sual. Deyir A, B, C, D bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. AB vurulsun CD bu cavabı alıbsa, bu verilən sualları həll elə. Burada sən diqqət eləsən, heç bir ipucu tapa bilmirsən. Sadəcə bütün ehtimalları yazmalısan. O da ehtimal hardan yaranır? Bax burada birinci bunu alt-alta vuranda D-ni AB-yə vurub 72 alıb. Sonra C-ni AB-yə vurub 3 rəqəmli bir ədəd alıb. Və o 3 rəqəmli ədəd burada
Olduğu kimi aşağı düşsə, deməli 2 ilə başlayıb. Deyə bilərsən, müəllim, bəs 1 ola bilməzmi? Ola bilsin 1 yadda qalıb. 1 yadda da bilirsiniz nə zaman qalır? Bura gərək 1 olsun. Bunun yanında 9 olsun ki, bunun da üstünə 1 yadda gəlsin. Bunun üstünə 1 yadda gəlməkdən ötürü gərək bu da ən az 3 olsun. Sən çünki bura məsələn 2 yazsam mən, alta toplayanda 2, 9, 9, 1 gedib 2-dən çıxmır. Ən az 3 olmalıdır ki, 7-dən 3 toplayanda 1 yadda gəlsin 9-un üstünə, oradan da 1 yadda gəlsin 1-in üstünə. Ancaq bu şəkildə ola bilər, amma ümumiyyətlə ehtimallar yazsaz heç bu şey mümkün olmurdu. Yəni bütün ödəyən ehtimallar hamısı 200-lərdə bir qiymət alır. 193, 195 olan qiymət olmuş. Deməli bura 2 ilə başlayıb 200 neçəsi bir ədəd olmalıdır. Gəlin başlayaq. Elə ehtimalları siz deyin, mən yazım. Birinci. Bura yazıram AB. Bura yazıram D. Bura yazıram C. Hasili 72 olan hansı ədədlər var? 72 18, 1. 12 6, AB 12, D 6 ola bilər. 24 3. 72-yə Ha. bölünənləri götürə bilərik də. 28, 36. Birinci 72-dən başlayar. 72 vur 1. 36, 36 vur 2. 24 24, 3. 18 4. 18 vur 4. 12 6. 12 6. Başqa? Başqa yox da, düzdürmü? Birinci. AB-yə 72 verirəm, D-yə 1. Birinci bu ehtimal gəlin yox deyək. AB-yə verirəm 72-ni. 72 vur 1 elədi 72. Bəs indi yaxşı. Necəyə keçirəm? 72-ni neçəyə vursam gəlib 200-ə çatar? 3'ə. Birinci ehtimal 3. 72-ni 3-ə vursam 216 eləyir. Sənin şərtini ödəyir. Bir də 4-ə də vursam çatır. Bax 72-ni 4-ə vursam 288 eləyir. Və alt ala toplayanda həqiqətən də 2952. Yəni 2000 keçmir ki. Deməli, AB 72 olanda C 3 də ola bilər, 4 də ola bilər. İndi dəyişirəm. AB-ni 36 götürürəm bu səfər. AB 36 olanda D 2-dir. İndi 36-nı neçəyə vursam 200-ə çata bilərəm. Kim deyər? 7'ye. Bəli, 7-yə. 6-ya vursam çatardım, amma 6-nı B-yə vermişəm. Ona görə 7-yə vururam. Başqa? Ha, 8 9. 8-ə də vursam çatıram. Amma 9-a vursam 36 vur 9. 270, bu da 54. 300 eləyir. 324 eləyir. 200-ü keçirək, bura 324 yaza bilmərəm. Ona görə deməli C ya 7 ya 8-dir. İndi gəlirəm, bir də 24 vur 3 yazsam AB-də. Bax, 24 vur 3. Elədi 72. İndi 24-ü nəyə vursam gəlib 200-ə çata bilərəm? 9'a. Ancaq 9-a. Çünki 24-ü sən gəlib 9-dan 8-ə vursan 192 eləyir. Bəs eləmirdi. Ancaq 9-a vursan bəs eləyir. 18-i və 12-ni yoxlamağa dəyməz. Çünki mən 18-i neçəyə vursam gəlib 200-ə çata bilməz. 18-ə əmr 9-a belə vursan 162 eləyir. Gəlib 200-ə yaxınlaşmır. Ona görə deməli mənim ödəyən ehtimallarım bax bunlardır. Burada problem var. Maksimum CD ədəd olar. Bax, üstünə xətt çəkmək demək ki, bunu ədəd olaraq götürməlisən. Maksimum CD 9 burada, 3 burada edib 93. Minimum CD, minimum C3, minimum D1. Bu deyir 31. Sana deyir 62 C variantı. 44-də yazıb C bərabər 3 olarsa A plus B neçədir? C-nin 3 olduğu ehtimalda bu ehtimaldan gedir söhbət. A ilə B-nin cəmi 7 plus 2 9 eləyir.
Aşağıdakılardan neçəsi mütləq doğrudur? C tək rəqəmdir. C tək də ola bilər, cüt də bilmirəm. B kiçikdir 5-dən. B 2, 4 olanda 5-dən kiçik olur, 6 olanda böyük olur. Yəni mütləq doğru deyil. Maksimum AB 36 deyil, maksimum 72-dir. Bu da mütləq doğru deyil. A B-dən kiçikdir, A B-dən böyük də ola bilər, kiçik də ola bilər. Mütləq doğru deyil. D kiçik bərabərdir 3, bu mütləq doğru. Çünki D-nin aldığı ehtimallar 3 və 3-dən daha kiçikdir. Ona görə cavab olur yalnız bir dənəsi. Cavab olur Y variantı. Problem var. Əla. Keçdik 7-ci suala. Aha, qəşəng sualın bir də bax, sərhəd məsələsi. Bu sual 2023-cü ilin qəbul sualıdır və bir dəfə də demin sınavına düşüb. 2026 sınava düşmüşdü mən. Bəli, bəli. Bu lövhəni niyə yazırsınız? Sarı da bir yerdən qaldı burada. Bu nətər ləğv eləyibdilər? Bunu vaxt içində demişdim mən. Onu kim yazıbsa o silməlidir. O da Belə Emil də idi silmək olur. deyəsən onu yazan. Belə də sürmək olurdu mən biləm. Bir dənə gözləyin. Hə, çıxıb bir də daxil olanda da silmək olur. Silmədim. Eyb yox. 7-ci suala baxıram. 7-də görə bizdən nə istəyir? Deyir sərhəd xidmətindən, daxili qoşunlardan, quru qoşunlardan, nəysə də axırı. Müxtəlif yerlərdən ikisi oktyabr, digərləri yanvar, aprel və iyul ayına təxris olunacaq 4 əsgər və bir matrosun yanına gələn qohumları müxtəlif nəqliyyat vasitələrindən istifadə ediblər. Və şərtlərimiz çoxdur. Burada ümumiyyətlə rəqəm yoxdur, amma söz yığınıdır. Verilənlərdən birini qeyd edir. Məsələn, hardan təxris olacaqlar onu gəl yazaq. Sərhəd xidmətindən, daxili qoşunlardan, quru qoşunlarından, hərbi hava qüvvələrindən və hərbi dəniz qüvvələrinə yazıram dəniz. Sxemi qururam. Yuxarıdan yazıram. Hansı ayda təxris olublar o ay? Əsgər kimdir o? Matros da əsgərin içinə gedir də. Qohum. Qohumu. Bir də Bir də nəqliyyat. hansı nəqliyyat vasitəsindən gəliblər o yazıram nəqliyyat. Bir dənə gözümü uzarıq ki, taxım bir saniyə. Yəni davam eləyək. Mən qrupa yazım. Aha. Birinci cümlə. Deyir ki, hərbi hava qüvvələrinin aprelə təxris olunacaq nəvəsini ziyarət edən şəxs avtobusla gəlib. Hərbi hava qüvvələrinin aprelə təxris olunacaq. Ay olaraq yazıram aprel. Nəvəsini ziyarət edən şəxs deyirsə, nəvəsini kim ziyarət eləmiş ola bilər? Baba. Qohum olaraq yazıram baba. Avtobusla gəlib. Nəqliyyat yazıram avtobus. Amma əskər kimdir onu bilmirəm, o qaldı.
İyulda təxris olunacaq hərbi dəniz qüvvələrinin matrosu olan qardaşı oğlunu ziyarət edən şəxs qatarla gəlib. Deməli, hərbi dəniz qüvvələrindən iyulda təxris olunacaq ay olaraq. İyul. Matros. Matros kim idi? Əsgərə yazıram Qardaşı oğlunu ziyarətə gəlibsə, deməli bu əmidir ki, qardaşı oğlunu ziyarətə gəlib. Yazıram əmi qohum olaraq. Qatarla gəlib. Nəqliyyat yazıram. Bu görün hər şey verir. Buraya yazıram qatar. Nəqliyyatlardan qatar getdi. Avtobus getdi. Sonra deyir ki, sərhəd hökumətində xidmət edən K oktyabra təxris olunmayacaq. Onu görməyə qohumu təyyarə ilə gəlib. Sərhəddə xidmət edən əsgər K-dır. Qohumu gəlib təyyarə ilə və oktyabra təxris olunmayacaq. Bax, aylardan apreli yazmışıq, iyulu yazmışıq, bir dənə yanvar qalıb, 2 dənə oktyabr. Əgər bu sərhəddə xidmət edən oktyabr təxris olunmursa, deməli yanvarda təxris olur. Bu birlərinə qalır oktyabr avtomatik. Bunu da qeyd elədim. Nəqliyyatlardan təyyarə getdi. Əsgərlərdən də K getdi. Sonraki cümlə. En daxili qoşunlarda xidmət etmir. Onun yanına gələn qardaşı motosikletdən istifadə eləməyib. En daxili qoşunlarda xidmət etmir. Yerdə 2 dənə yer qalır. Quru və hava qoşunları. Amma eni havaya da yaza bilmərəm. Çünki eni görməyə qardaş gəlib. Burada baba var axı. Ona görə eni yazıram quru qoşununa. Yanına gələn qohumu qardaşıdır. Yerdə 2 dənə nəqliyyat var. Taksi və motosiklet. Motosikletdən istifadə eləməyibsə, deməli bu taksi ilə gəlib motosiklet qalıb o birinə. Və son cümlə Emi görməyə dayısı gəlib. Əsgərlərdən 2 dənə boşluq var. Emi görməyə dayısı gəlibsə, deməli Emini, daha doğrusu Emi havaya yaza bilmərəm. Çünki burada baba var. Bizə amma dayısı gəlməlidir yanına. Ona görə Emi bura yazıram. Dayısı düşür bura. Qohumlardan dayı da getdi. Əmi də getmişdi. Baba da getmişdi. Qardaş da. Bir dənə ata qalır bura. Əsgərlərdən də K, M, N, R gedib. Bir dənə L qalıb. L də düşür bax bura. Всё, hamısını doldurdu. Burada bir dənə çaşdırıcı sual var. İndi onu da deyəcəm. Quru qoşunlarında xidmət edən əsgəri görməyə kim gəlib? Qardaş gəlib. 42-də deyir, oktyabra kimlər təxris olunacaq? Oktyabrda M ilə N. 41-də deyir ki, hansılarını müəyyən etmək mümkündür? Kimin hərbi hava qüvvələrinə xidmət etdiyini? Hərbi hava qüvvələrində el xidmət edir. Bunu tapmışıq. Bax, burada kimin qohumunun avtobusla gəldiyini tapırıq. Elin qohumudur bu avtobusla gələn. İkinciyə bir dənə baxın, kimin daha tez təxris olacağını. Bunu təyin edə bilmirəm. Səbəb nədir? Deyəcəm, mən hamısını doldurmuşuq axı. Burada bizə illəri verməyib ikisi axı. də oktyabrda. Ay, sağ ol. Çünki bəlkə biri, məsələn deyirəm, 2024-ün oktyabrdır, biri 2025-in yanvardır. Bunda ki, oktyabrın daha tez olmuş olur axı. İlləri vermədiyinə görə kimin daha tez təxris olacağını biz təyin edə bilmir. Ona görə cavab olur yalnız 1 ilə 3. Y variant. Problem var. Əla. Gəldim 8-ə. 8-ci sual. 9 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 9-a qədər rəqəmlərdən birinə uyğundur. 1-dən 9-a qədər ədədləri kənardan düzürəm. Burada hardan başlamaq lazımdır? Burada bir yerdən sonra məcbursan ki, ehtimallar yox deyəsən. Çünki tam konkret cavaba getmirdi. Burada baxıram ki, inşallah düşər, rahatdır bu düşər, xeyir üzədir. Tərəzi tutəsə bir dəfə düşübsüzə, yenə düşə bilər təbii ki. Bunu məncə tək sual kimi sala bilərlər bunu. Və burada hardan başlayacağam? Və ən çox kömək burnu ala bilərəm. Çünki 4 dənəsi birinə bərabərdir. Ya burada 1, 1, 1, 4 verəcəm. Ya da 2, 2, 2, 8.
ehtimalını yazacağam. Yəni ikisindən birini yazmalıyam bura. Bəs indi burada hardan bilək hansı yazmaq lazımdır? Burada qoyub yoxlamalıyım və yaxud da ki, məsələn, yoxlayanda da məsələn, niyə görə 2 alınmayacaq, onu göstərim sizə. Məsələn, tutalım bura mən 2, 2, 2, bura 8 yazmaq istəsəm, desəm 2 ilə 8 istifadə olundu. Burada da 3 fiqur 1-ə bərabərdir. Burada da 3-ü 1-ə bərabərdir. Çünki burada bunlar ödən ehtimal qalmır axı. Çünki sən tutam deyirəm gəlib 1 3 1-ə versən, desən bura 1, bura 3 verim. Şu anda burada nəyi verəsən? Yerdə 4-ü yazsan bura 4 4 4 12 edir axı 9-u keçir. Yəni ona görə deməli biz bura 2 2 2 6 3 3 3 9-u verməliyik. Yəni ona görə bura 1 qalma ehtimalı sənin tərəzinin şərtlərini pozmuş olacaq. Yəni yoxlasaydın görərdin ki, ödənmir bu şəkildə. Ona görə mən bunları çıxardıram azadlığa 1 2 3-ü 8-in 8 1 2. Burada görürsünüz bax qara dairəyə 2 verəndə problem baş verdi. Ona görə qara dairəyə 1-i yox, daha doğrusu 2-ni yox, 1-i verəcəm. 1 1 1 1 4. 1 getdi, 4 getdi. İndi burada 2 2 2 6 1-ə verəsən, 3 3 3 9 1-ə verəsən. Hardan bilək? Yoxlayasan yenə. Başqa bir yolun yoxdur. Sən tam ki bax, gəl bunu 2 2 2 6 yoxlayaq. Ki buna qalır 3 3 3 9. Yuxarıda ağ dairə 3 versəm, burada yerdə qalıb 5 7 8. 5 7 8-dən bura necə tarazlıq yaratmaq olar? Gəl bax onu düşünək. Görə necə yarada bilərik ki, tarazlıq olsun. Gəl baxaq. 3 dənə Məsələn, 7, buna 2 dənə. 7 7 7 versəm 21 eləyər. Burada 3 bucağa 8-ləri versəm 21-i keçəcək oxşayacaq. Ona görə bura 5-ləri verərəm. 10, bu da 3, 13, bu da 8 eləyər 21. Əgər bayaqki kimi birinci sən kvadratı 2 versəydin, görəcəydin burada 21 20 ödəmir. Kvadrat dəyişib 2 yox 3 eləyəndə görəcəydin 21 21 ödəyir. Deməli bizim bax ödəyən ehtimallarımız budur. Bunun üçün məcbur yoxlamalıyıq. Boz kvadrat oldu 4. Qara 3 bucaq oldu 6. Qara kvadrat oldu 9. Ağ dairə oldu 8. Artma ardıcıllığı deyirsə 1, 2, 4, 3. Cavab olur Y variant. Ağ üç bucaqda neçə oldu? 5 oldu. Cavab olur B variant. Bunun üçüncüsü düşməyib. Burada üçüncü sualda da qara dairəni soruşurdu bizdən. Qara dairədə 1 idi cavab orada. Ne baxaq? Doqquzuncu sual. Sonlara doğru gəlirik. Burada doqquzuncu sualda bu 2 dəfə qəbula daxil düşür bu sualda. 23 isə 24 idi səhv eləmirəm, səhv xatırlamıramsa. Göl mətnidir. Bu normal bəyanla işlədiyimiz tipdə suallardır. Hə bu lövhədə nə istəyirsiniz? İndi bu yaşlı da yazdılar. Bu sizin görə bunu. Nə tərsədilər? Bu yaşlı kim yazdı? Yəni kim yazdı? Həmin insanlardan xahiş edin, onlar silsinlər. Bilmirəm, dadı düşmür bax bura. Yani ekranı Hani bu- bağlı gelecek. Söz, getdi, narahat olma. Qorxam bir də nəyisə vuraram, rekord dayanır. Sən dəfə 7 saat rekord elədi, yoxsa düşmədi. Aman gündə. 9-cu sual. Normal bildiyimiz mətn sualdır. Prosta bir də şərtləri çoxdur. Bir də əslində bu sual çox rahat sualdır. Bunun biraz çətinliyi bilirsən nədir? Rəqəmlər çox qarışdıran başın. Dərinlik söhbəti, bir sahə söhbəti, bir də hündürlük söhbəti. Rəqəmlər özü bir-birinə oxşayır. Bəs 200, 250 ilə 455, 500 sonra biraz çox qarışdıra bilər. Və baxıram. Deyir Avropa, Asiya, Amerika, Afrika və Avstraliya qitələrində yerləşən, müxtəlif dərinlikləri olan, müxtəlif sahələri olan göllər müxtəlif hündürlüklərdə yerləşir. Məlumdur ki.
Tabii verilən şərtlərdən yenə birini yazaq. Məsələn, gəl qitələr yazaq elə. Ümumiyyətlə hissələrin heç biri fərqlənməyən 3 dənə rəqəm var, 2 dənə də hərf. İstədiyin birini yaz. Məsələn, gəl qitələr yazaq. Avropa, Asiya, Amerika, Afrika və Avstraliya. Yuxarıdan yazıram. Dərinlik. Sonra yazıram sahə. Sonra yazıram göl adı göl. Ən axırıncı da yazıram hündürlük. Dəniz səviyyəsinin hündürlüyü. Hündürlük. Şərtləri oxuyuram. Birinci. Ən dərin olan Asiyanın Baykal gölünün sahəsi yalnız Afrika gölünün sahəsindən kiçikdir. Ən dərin olan Asiyanın Baykal gölü. Deməli, gəlib yazıram Asiyaya göl olaraq Baykal. Ən dərin deyirsə dərinliyi deməli 1642 metrdir. Sahəsi yalnız Afrika gölünün sahəsindən kiçikdirsə, ancaq birindən kiçikdirsə sahəsi. Deməli 31722-dir. Və bir dənə Asiyadan kiçik olduğuna görə Asiyada qalır 68 min. Yox, Afrika gölündən. Afrika olur 68 min. Bunlar getdi. Sonra deyir ki, ikinci cümlə. Dəniz səviyyəsinin ən hündürdə yerləşən, sahəsi ən çox olan Viktoriya gölü ən dayızdır. Biz hal-hazırda sahəsi ən çox olan hansı qitəni götürürük? Afrika. Deməli, oradakı gölün adı Viktoriyadır. Ən dayazdır. Ən dayaz nə deməkdir? Yəni dərinliyi ən aşağıdır. Yəni 80 metrdir. Və dəniz səviyyəsinin ən hündürdə yerləşir. Yəni 1134 metr. Verdiyi cümlələri sadəcə qeyd edirik. Başqa heç nə eləmirik. Viktoriya gölü də getdi. İndi buna diqqət edin. Xornin nəysə daxil. Xornin gölünün sahəsi Avstraliyanın St. Clair gölünün sahəsindən böyükdür. Bax, Xornin böyükdür. Avstraliyanın St. Clair gölünün sahəsindən. Bəs nədən azdır? Amerikanın San Martin gölünün sahəsindən kiçikdir. Gəl bax, məsələn, birinci bu şərtlərə qeyd edir. Amerika yazıram San Martin göl olaraq. San Martin. Avstraliya yazıram St. Clair. St. Clair. Avtomatik Xornin bir dənə qalır Avropaya. Sahələrdən 3 dənə rəqəm var idi onsuz da. Böyükdən kiçiyə düzürəm. 1058 böyükdür 50-dən. 50 də böyükdür 30-dan. St. Clair oldu 30. 50 oldu Xornin. 1058 oldu San Martin. Problem var bura kimi. Yəni. Şimdi gəlirəm son cümləyə. Bu cümləyə diqqətlə baxın. Bu cümlə ilə bütün sualı həll eləmiş oluruq. Gəlin görək son cümlədə bizə nəyi vurğulayır və biz buradan hansı cavabları çıxarda bilərik. Deyir ki, bunu silədik, bunu tapdım. Burada yerimiz genişləndir. Burada qeyd edəcəm. Dəniz səviyyəsindən ən az hündürlükdə yerləşən Avropa gölünün dərinliyi dəniz səviyyəsindən 737 metr hündürlükdəki gölün dərinliyindən çoxdur. Dəniz səviyyəsindən 250 metr hündürlükdəki Amerika gölünün dərinliyindən azdır. Bax, qeyd edirəm. Avropa gölünün dərinliyi böyükdür. Dəniz səviyyəsindən 737 metr hündürlükdəki gölün səviyyəsindən hündürlük. Bəs nədən kiçikdir? Dəniz səviyyəsindən 250 metr hündürlükdəki Amerika gölünün səviyyəsindən. Amerika yazıram. Dəniz səviyyəsinin hündürlüyü 250 metrdir. Qeyd elədim.
Dəniz səviyyəsindən ən az hündürlükdə yerləşən Avropa gölü. Deməli, Avropa gölü dəniz səviyyəsindən ən az hündürlükdədir. Yəni 53 metr. Bunu da qeyd elədim. İndi burada məsələ nədən ibarətdir? Dəniz səviyyəsindən ən az hündürlükdə yerləşən Avropa gölünü götürdüm. 53 metr yazdım. Amerika 250 metr yazdım. Bəs indi bu dəniz səviyyəsindən 737 metr hündürlükdəki göl Asiyanın gölüdür, yoxsa Avstraliyanın gölüdür? Asiyanın gölünü götürsəm, Asiyanın dərinliyi ən çoxdur 1642 metr. Nədənsə az ola bilməz axı. Ona görə deməli bu 737 metr hündürlükdəki göl Avstraliyadır ki, nədənsə az olub. Asiyada bir dənə qalır 455. Dərinliklərdən 80.647 böyüdən kiçiyə düz. Amerika 836 qalır. Avropa 514. Burada qalır 200. 836 yazdım Amerikaya. Avropa 514. Burada yazdım 200. Bütün suallar bitdi. Dərinliyi 514 metr olan göl dəniz səviyyəsindən neçə metr hündürlükdədir? 53 metr. Sent-Kler gölünün sahəsi nə qədərdir? Sent-Kler gölünün sahəsi 30 metrdir. Deyir aşağıdakı göllər dəniz səviyyəsindən hündürlükdə yerləşməsinə, sahəsinə və dərinliyinə görə artan arıcılıqla düzülüb. Hansı sıralama doğru deyil? Birinci hündürlüyünə görə. Hündürlüyünə görə artma arıcılıq necə olur? Ən kiçik Avropadan başlamalıdır. Ondan sonra keçməlidir Amerikaya. Ondan sonra Asiyaya gəlməlidir. Sonra Avstraliya, sonra Afrika. Bu bir düzdür. İkincinin sahəsinə görə düzüb. Sahəsinə görə ən az Sent-Klerdir, yəni Avstraliyadır. Burada Amerikadan başlayıb, deməli ikinci doğru deyil. Üçüncü dərinliyinə görə deyir, artma sırası ilə başlayıbsa ən az Afrikadır, sonra Avstraliya. Düz gəlir. Afrika, Avstraliyadan sonra Avropa gəlir. Burada Amerika gəlir, bu da səhvdir. Ona görə 2 ilə 3 yanlış idi. Cavab olur, cavab. Problem yoxdur ki. Əla. Əla. Son 5 dənə sualımız qalıb. 5 dənə sualımız qalıb. Bunların içində bu 11 biologiya mətni çox sadədir. 12-ci sual onsuz da vaxt alan sual deyil. Yarpaqdır. Yəni burada bir dənə bizi yoracaq. Bir 13-cü sual geniş təhlil edəcək. O birlər çox rahatdır. Tappa-tap həll eləyək. Görək başımıza nə gəlir. Hə, 10-cu sual Hindu mətni. Gəlin indi Hindu mətnimizi həll eləyək. Görək Hindu mətnində bizdən nə istəyir. Müxtəlif sayda Hindunun vətəni olan müxtəlif dövlətlərdə müxtəlif tayfalar üstünlük təşkil edir. Bax, Hinduların sayı var. Təmsil edildikləri ölkələr, yəni dövlətlər, bir də tayfalar var. Bax, görürsünüz rəqəmlər təkdir burada. Başqa rəqəm anlayışı yoxdur. Rəqəmlər yuxarıdan düzə. 1.2, 1.5, 2.5, 3.3, 5.5, 6, 10 və 14. Kənardan yazıram ölkə, aşağıdan da yazıram tayfa. Birinci cümlə. Ərazisində yaşayan hinduların sayına görə 3-cü yer tutan Boliviyada Propecia tayfasının olan hindular çoxluq təşkil edir. Əhalisinin sayına görə 3-cü yerdə isə 6 milyonu götürürəm. Yazıram Boliviya, ölkə olaraq. Boliviya. Tayfa hansı tayfadır? Propecia. Bir də deyərsən, niyə görə 3-cü deyirsə 2.5 götürmədi? Sadə bir məntiq deyirəm sizə. Mən tutalım sizə bu gün sual versəm ki, əhalisinə görə birinci yer hansı dövlətdir? Avtomatik ağlımıza gəlir Çinlə Hindistan, yəni çoxluğuna görə. Ona görə əhalisinin sayına görə 3-cü yer deyirsə çoxdan aza götür həmişə. Boliviya yazdım, Propecia tayfası. Qvatemalada sadalanan 8 dövlətdə olan hinduların ədədi ortasına bərabər sayda hindu yaşayır ki, onların da çoxu Miştek tayfasındandır. Bunların ədədi ortasını tapsam 5,5 milyondur. Ölkə olaraq yazıram Qvatemala. Tayfa olaraq da yazıram Mişteklər. Miştek. Ölkələrdən ən çox və ən az hindunun yaşadığı Kanada və Peruda
Maya və Atapaska tayfalarından olanlar çoxluq təşkil edir. Ən çox və ən az olanlar Kanada və Perudur. Prosta uyğun olaraq demədiyinə görə indi bilmirəm də hansıdır. Bura Kanadadsa, bura Perudur. Bura Perudursa, bura Kanadadır. Tayfa olaraq da bura Mayadırsa, bura Atapaskadır. Bura Atapaskadırsa, bura Mayadır. Bunu təyin edə bilmirəm hansına gedir, amma bilirəm ki, artıq burada olub. Əsasən Çerokinlərin yaşadığı ABŞ-da Meksikadakından az, Kolumbiyadakından çox hindu var. ABŞ-da az hindu var Meksikadakından, çox hindu var Kolumbiyadakından. Və Çerokinlərin yaşadığı ABŞ. Deməli, ABŞ-da Çerokinlər yaşayır, bunu da qeyd elədik. 3,3 milyon hindunun vətənində Çıpça tayfası üstünlük təşkil edir. 3,3 milyon hindunun vətənində Çıpça tayfası üstünlük təşkil edir. Çıpça. Və Zapoteklər Kolumbiyada yaşamır, bunu da bildik. İndi burada baxıram ki, mən bu 3 dənə ölkənin artma ardıcıllığına necə düzə bilərəm? ABŞ-ı 1,5 yaza bilmərəm. 1,5-dən kiçik yer qalmayıb Kolumbiya götürüm. ABŞ-ı 10 yaza bilmərəm. Ondan çox bəs Meksikanı hara yazacağam? Həmçinin ABŞ-ı 3,3-də yaza bilmərəm. Çünki ABŞ-da yaşayan tayfalar Çerokinlərdir, Çıpçalar deyil. Ona görə ABŞ bir dənə qalır 2,5-ə. Tayfa olaraq da Çerokinlər. Və ABŞ-dan az olan tayfa Kolumbiyadır. Buraya yazıram Kolumbiya. Kolumbiyada Zapoteklər yaşamırsa, tayfalardan bir dənə boşda bura qalıb. Zapoteklər deməli burada yaşayır. Kolumbiyada avtomatik bir dənə istifadə olunmayan tayfa, yuxarıda bax tayfalara baxın. Konibolar yazmır. Bunlar qalır Konibo. Ölkələrdən isə bir Meksika qaldı, bir də Honduras qaldı. Bunları təyin edə bilmirəm. Bir çox tələbə gəlir Meksikanı 3,3-ə yazır. Sənə demirik ABŞ-dan dərhal sonra Meksikadır. ABŞ-dan çoxdur deyir sadəcə. 3,3 da olabilir, 10 da olabilir. Ona görə bunları təyin edə bilmirik. Yoxsa deyir aşağıdakılardan hansını müəyyən etmək mümkündür? 10 milyon hindunun yaşadığı ölkədə çoxluq təşkil edən hindu tayfasının adını. 10 milyon olan ölkədə çoxluq təşkil edən tayfanın adı Zapoteklərdir. Ölkəni soruşsa bilmirdim. Tayfan amma bilirəm Zapoteklərdir. Ərazisində Konibo tayfasının olan hinduların çoxluq təşkil etdiyi dövləti. Konibo hansı dövlətdədir? Kolumbiyada. Bunu da təyin edə bilirəm. Amma Meksikada yaşayan hinduların sayını təyin edə bilmirəm. Ona görə bu məhsuldur. Cavab olur 1-dən 2. Burada deyir hansı mütləq doğrudur? Meksikada yaşayan hinduların sayı Perudakından azdır. Deyə bilmirəm. Peruna dəqiq bilmirəm. Meksikanda. Koniboların sayı Mayalılardan çoxdur. Konibonun yerini bilirəm, amma Maya burada ola bilər. Burada təyin edə bilmirəm. ABŞ-da yaşayan Çerokinlərin sayı 2,5 milyondan çox deyil. Həqiqətən ABŞ-da yaşayan Çerokinlər 2,5 milyon çox deyil. Cavab olur C. Kolumbiyada nə qədər hindu var? 1,5 milyon cavab olur A variantı. Bu da bu qayda ilə getdi. Bu da oldu hindu məsələmiz. Varmı problem? Allah. Allah əziz yoldaşlar. İndi keçirik biologiya mətnimizə. 2016 və 2025-ci ilin qəbul sualı. Deyir biologiya müəllimi həftədə 5 gün. Birinci və 5-ci günlər. 1, 2, 3, 4 və 5. Məktəbin 4 dənə 10-cu və 4 dənə 11-ci sinifinə dərs deyir. Və cədvələ görə müəllimin hər gün 2 saat dərs var. 1 saat 10-cu və 1 saat 11-ci sinifə. Bax, çıxayım, bax, qururam. Müəllimin həftədə 2 dəfə dərsi var. Yəni 5 gün hər gün 2 dəfə dərsi var. Bir dəfə 10-cu sinifə girir dərsə, bir dəfə 11-ci sinifə girir dərsə. Bunları da qeyd elədim. Yalnız bir dənə 10-cu və bir dənə 11-ci sinifə. Həftədə 2 saat, digər siniflərin isə həftədə 1 saat biologiya dərsi olur. Bax, bunlar da qaldı nəzərimizdə. Gəl baxaq.
Bir məlumdur ki, müəllimin çərşənbə günü 10A sinifində dərsi var. Çərşənbə üçüncü gün. Üçüncü gün müəllimin 10A sinifində dərsi var qeyd elədim. 11B sinifində həftədə yalnız bir dəfə dərsi var. 11B'yə həftədə yalnız bir dəfə dərsi var. 11B sinifində dərsi olan gün 10C sinifində də dərsi var. 11B dərsi nə zaman olsa, həmin gün 10C-yə də dərsi var. Bazar ertəsi günü 10D və 11A sinifində dərsi var. Yəni birinci gün 10D'də və 11A-da dərsi var. Çərşənbə axşamı və cümə axşamı günləri eyni bir 10-cu sinifdə dərs var. Və bunu ayrı bir qəlblə qeyd edirəm. Çərşənbə axşamı, yəni ikinci gün və cümə axşamı, yəni dördüncü gün eyni bir 11-ci sinifdə dərs var. Yəni bura B yazsam, burada B yazmalıyam. Cümə axşamı və cümə günləri isə eyni bir 10-cu sinifdə dərs var. Yəni dördüncü və beşinci günləri isə eyni bir 10-cu sinifdə dərs var. Bunu da qeyd elədim. Keçirəm sualın həllinə. Baxın, buradan mən nəyi çıxarda bilirəm detal olaraq? 11B-yə həftədə bir dəfə dərsi var və 11B-yə dərsi olan gün 10C-yə dərsi olmalıdır. Bəs indi mən 11B-ni hara yazım? 5-ci günü. 5-ci gün. Bəli. Bəli. Çünki ikinci və beşinci günlər eyni sinifdir. Məsələn, bura B yazsam, gərək bura da B yazım. Onda ki 11-də 2 dəfə dərs olur. Həmçinin üçüncü günə yazmaq istəsəm, ki burada 11B-yə dərsi olan gün 10A-ya dərs olmuş olacaq, 10C-yə dərs olmuş olmayacaq. Ona görə B-ni yazıram məcbur bura. 11B dərsi olan gündə 10C-yə dərs var. Yuxarıda olur C. Və bayaq nöqtələdiyim kimi 4-cü və 5-ci günlər eyni bir 10-cu sinifdə dərs var. Burada olur C. 10-cu siniflərdən A getdi. C-ni tapdım, D-ni tapdım. Bir dənə B qalıb, B də düşür. Bax bura. Amma 11-ci siniflərdən A ilə B-ni tapmışam. C ilə D qalıb. İndi ola bilər ki, bu iki dənə eyni olan C olsun, D o birinə qalsın və yaxud da bunlar D olsun, C o birinə qalsın. Çünki bunu təyin edə bilmirik. Bu qalır. Səksən beş. Müəllimin eyni hərflə işarələnən 10-cu və 11-ci siniflərə həftənin eyni günü dərsi yoxdursa, yəni 10 aya dərsi olan gün 11 aya dərsi yoxdursa, cümə axşamı hansı siniflərə dərsi var? Yəni deyir ki, sudoku kimi düşünün də, təkrarlanmamalıdır üstün üzrə. Onda avtomatik olaraq bura 10C yazmışamsa, bura 11C'ni yaza bilməyəcəm, təkrarlanacaq. Ona görə bura D-ni yazıram. Bunlar olur D, bura olur C. Və cümə axşamında 4-cü gündə 10C və 11-dir. Cavab olur B variantı. 86-ya keçəndə 85-in şərtini silirəm. Bir şərt o birini heç vaxt aid olmur, yadda saxlayın. Müəllimin çərşənbə axşamı biologiya dərsi hansı siniflər ola bilər? Çərşənbə axşamı ikinci gündür. İkinci gün ya 11C-yə dərs olacaq, ya 11D-yə. Çünki cavablar 11-lərlə verilir. Cavab olur D variantı. 87-də hansını müəyyən etmək mümkündür? Onun siniflərdən hansına 2 saat dərsinin olmasını tapmışıq? 11-ci siniflərdən hansına 2 saat dərsin olmağını tapmamışıq? Cümə günü 10-cu siniflərdən kimə dərsin olmağını tapmışıq? Həftənin hansı günlərində 11 aya dərsinin olmamasını? 11 aya dərsi birinci gündür. Deməli, digər günlər deyil də. Çünki digər günlər dedik axı, ya C D-dir, ya da D C-dir. Heç vaxt A B ola bilməz daha ki, onlar təyin olunub. Ona görə hansı günlər olmamağını təyin edə bilirik. Cavab olur 1, 3, 4. Problem var. Benim hashtag'daki yeniden bakabiliriz zahmet olmasa. Neçəyə? 86. 86, ha buyur. Orada mən o sual tam olaraq anlamadım. Onu bir də deyə bilərsiniz zəhmət olmasa. Deyir müəllimin çərşənbə axşamı hansı siniflərə biologiya dərsi ola bilər? Çərşənbə axşamı ikinci gündür.
İkinci gün İkisi də 11-lərdən müəllim 11-ci. kimə Yo, başa düşdüm, bəli. Bu ikisi də 11-ci sinifdə. Mən biri 10 başa düşmüşdüm. Onun üçün 10B götürürdüm. hə, onlar hamısı 11-dən verir bax variantları. Aha, gördüm. Gəlir son suallarımıza. Burada bir bu 12-ci sualı izah edeyimsə, bu 2025-in qəbul sualıdır və bunun üçün də həlli ilə tapan demək olar ki, Respublikada tələbə yox səviyyəsində idi. Çox, yəni belə deyim, çətin sual deyil, prosta ilk səfər düşən üçün bunun biraz teması tutmaq ağır idi. Burada bir növ qeyri-aşkardır bu. Qeyri-aşkar operatorlarda bir növ. Sən bir dəfə düşüb qəbul, heç yerdə başqa istifadə olmuyor. Burada bu görürsüz rəqəmlər düzülüb. Bəs bu sual biz necə doldururuq? Bu hərfləri necə tapırıq? Hansı qanuna uyğunluğuna? Ən kiçik ədəddən özündən bir böyük ədədə kimi yolları çəkməlisən həmişə. O qayda ilə gedirsən. Bu nə deməkdir? Sən bax birinci sətrə baxıram. Ən kiçik ədəd neçədir? 3. 3-dən sonra gördüklərim içində ən kiçik 8 gəlir. 3-dən 8-ə gələndə 5 artım var. Sonra təzədən yenə deyirəm, həmişə ən kiçik ədəddən qalxıram. 8-dən sonra növbəti kiçik ədəd 10-dur. 3-dən 10-a gələndə 7 artırıram. Ondan sonra növbəti böyük ədəd 16-dır. 3-ü 13 artırıram, 16 yazıram. Birinci hamısını bu qayda ilə düzürəm. İndi ikinci sətrə baxıram. Gördüyüm ən kiçik ədəd 16-dır. 16-nı 5 artırıb 21-ə çatıram. 7 artırıb 23-ə çatıram. 11 artırıb 27-yə çatıram. Üçüncü sətrə baxıram. Gördüyüm ən kiçik ədəd 32-dir. 32-ni 2 artırıram, 34-ə çatıram. 6 artırıram, 38-ə çatıram. 8 artırıram, 40-a çatıram. Dördüncü sətr. Gördüyüm ən kiçik ədəd 4-dür. 5 artırıb 9-a çatıram. 11 artırıb 15-ə çatıram. 13 artırıb 17-yə çatıram. Və nəhayət sonuncu sətr. 15-i 7 artıram 22-ə çatıram. 11 artıram 26-ya çatıram. 13 artıram 18-ə çatıram. İndi bunları düzəndən sonra burada kim problem var belə deyim də. 17 yox, 13 müəllim. Hə, buna səhv yapmışam 13-ə. Bura kimi yazdığımda problem var. Hələ ki sual həll etməmişəm. Sadəcə yazmışam artımları. İndi burada məsələ nədir? Hər dəfə stabillik olmalıdır axı. Yəni hər dəfə ən kiçik ədəddən başlayırsanız artımlar həmişə eyni qalmalıdır. Məsələn, burada 5, 7, 13, 5, 7, 11, burada 2, 6, 8 fərqli-fərqli artımlardır. Həmişə eyni bir artıma gətirməkdən ötürü də son rəqəmləri düzməliyəm. Və mən burada artım hansı rəqəmlərdən ibarət oldu? Birinci onu tapmalıyam. Onu da hardan tapacam? Təkrarlanmalar. Bax, düzgün artımlara bir dənə bax. 5-lər təkrarlanıb, deməli plus 5 olmalıdır. 7-lər təkrarlanıb, deməli plus 7 olmalıdır. 13-lər təkrarlanıb və 11-lər təkrarlanıb, deməli plus 11-də olmalıdır, plus 13-də olmalıdır. Deməli o 4 dənə artım elə bax bu ədədlərdir. Bəs burada niyə görə 2, 6, 8 gəlir? Deməli elə burada ən kiçik ədəd Z imiş ki, mən Z-i 5, 7, 11, 13 artıranda bu ədədləri çatıranmış. Məsələn, gəlin baxın, indi gəlin bunları dolduraq. Mən başa düşmürəm. Birinci sətr. Bax. Hər birində Mənim ən kiçik ədədi dəqiq- 5, 7, 11, 13 artırmalıyam. Burası aydındır. Yəni bu qeyri-aşkardır, bu mətn deyil. Bunun qaydası sadəcə elə bir şey qanunyolu formada gedir sadəcə. Qeyri-aşkar operator kimi düşün. Hər dəfə ən kiçik ədədi 5, 7, 11, 13 artırıb növbəti xanalara yazmalıyam. Burada Məsələn, problem var. 6-nı niyə yazmadınız? Orada 6 da var idi. Plus 6, plus 8 Təkrarlanmır. var. Bunlar təkrarlanmır. Ona görə təkrarlananları götürürəm. Hı. Hayır ki 5 görsən 3 yerdə təkrarlanır. 7 3 yerdə təkrarlanır. Amma görsən 2, 6, 8 başqa yerdə yoxdur axı alternativ, düzdürmü? Bildim. Birinci sətrə baxıram. 3-ü 5 artırmışam.
8 almışam. 7 artırıb 10 almışam. 13 artırıb 16 almışam. Yuxarıda yazdıqlarımdan bir dənə təkrarlanmayan 11 qalıb. Deməli 3-ü 11 artırıb 14 x yazmalıyam. Bax, 3-ü 5 artırdı 8. 7 artırdı 10. 11 artırdı 14, 13 artırdı 16-ya gəldi. İkinci sətrə baxıram. 5 artım var. Bəs 7 müəllim, onda art... Aha. 27 də ola bilərdi. Məsələn, 16-nı da 13 artırıb, hətta 11 Ay artırıb. Günnaz, hər dəfə ən kiçik ədəd artırırıq. Əvvəlinə qulaq asmadın. Ancaq ən kiçik ədəd artırırsan. Ən kiçik hansıdırsa sətrin, ancaq onu Bəs artırmalısan. bəlkə 3-dən də kiçiymiş o x, nə bilirik? 3-dən kiçik hansı ədəddir? Mənfi neçəni artırıb 3-ə gələsən? 3-dən məsələn 13 var, kiçiyinə yazarsan ha gündə sonra. Heç nə bildim mən. Elə bil ki, bax, yenə deyirəm. Təkrarlamalar 5, 7, 11, 13 deyil. Bu qadağadan çıxmırsa, deməli düz gedirəm. Məsələn, o istəyirsən ən kiçik bəlkə x-dir. Bax, ən kiçik bax burada z olacaq. Səbəb nədir? Çünki burada z-də görsən, qanun uyğunu tamamilə səhv gəlir. 2, 6, 8 gəlir. Amma 5, 7, 11, 13 olmalıdır axı. Deməli, burada ən kiçik z imiş ki, məsələn, onu 5, 7, 11, 13 artırıb bu rəqəmlərə gəlib çıxmışam. Amma bu birlərində qanun uyğunu düz gedir axı. Məsələn, ikinci sətrə bax. Ən kiçik ədədi 16 götürdüm. 5 artırdım, 21 aldım. 7 artırdım, 23 aldım. Sonra 11 13 artırdım. Daha doğrusu 11 artırdım, 27 aldım. Qanun uyğunu pozmur ki. Deməli burada 16-nı ən kiçik ədəd kimi götürmənin bir problemi yoxdur. Çünki qanun uyğunu pozmur. 5 artırdım, 7 artırdım, 11 artırdım, indi 13 artırmalıyam. 16-nı 13 artıram, y olur 29. Və indi 3-cü sətrə gələndə görsən ki, burada qanun uyğunu pozulub. Mən 5, 7, 11, 13 artırmalıyam ən kiçik ədədi. Burada 2, 6, 8 dax tamamilə səhvdir. Deməli, burada tamamilə səhvdirsə, deməli, ən kiçik ədəd və z-in özüymüş. Yəni, mən z-i 5 artırıb, ən kiçik ədəd neçə qalır burada? 32-yə gəlməliyəmsə, z-də yazıram 27. 27-ni 5 artırdım, 32. 27-ni 7 artırdım, 34. 27-ni 11 artırdım, 38. 27-ni 13 artırdım, 40-a gəldim. Mən 4-cü sətrə baxıram. Artımlar 5, 11, 13-dür. Bax, qadağa deyil. Görsən, sıradan çıxmayıb. Bir dənə 7-ni artırmayıb sadəcə. Deməli, mən burada ən kiçik gördüyüm ədədi 4-dür. 7 artırıb 11-ə gəlirəm. Və nəhayət son sətir. Bax, yenə artım 7, 11, 13-dür. Sıradan kənara çıxmayıb. Bir dənə 5 çatmır. Ən kiçik ədədi 15-i 5 artırıb 20-yə gəlirəm. Bir dənə sürətli təzədən təhlil edirik. Bitdi sual. İndi həqiqətən gör qanun uyğunluq ödəyirmi? Birinci sətrə baxıram. Ən kiçik ədədi neçədir? 3. 5 artırdı 8. 7 artırdı 10. 11 artırdı 14. 13 artırdı 16. Kənara çıxmadı sıradan. İkinci sətr. Ən kiçik ədədim neçədir? 16. 5 artırdı 21. 7 artırdı 23. 11 artırdı 27. 13 artırdı 29. Sıradan kənara çıxmadı. Üçüncü sətirdə də eyni qaydadır. Ən kiçik 27 olub 5 artırıb, 7 artırıb, 11 artırıb, 13 artırıb. Dördüncü sətirdə də ən kiçik 4 götürsən. 5 artırır, 7 artırır, 11 artırır, 13 artırır. Ən son sətirdə də 15 götürsəm, 5 artırır, 7 artırır, 11 artırır, 13 artırır. Sıradan kənara çıxır. Problem var. Nə oldu? 88-də deyir Z neçədir? Z-də tapdıq 27-dir. 89-da bunların cəmini istəyir. Hamısını bir-bir toplamalısınız. O da 101 eləyir. 90-da da y üstəgəl z-dir. Çıxmalısan x, 2, f. Yerinə qoyursan, çıxırsan, cavabı götürürsən. Yəni y oldu 29, c oldu 11, çıxıram. X, 2, f-in cəmi. Yox, z-dir bu. 29 üstəgəl 27-dən çıxıram, digərlərinin cəmini. Yəni x-i 11, c-ni 11, 14, 11, bir dənə də f-i. F neçədir? 20.
Bu da getdi. Mənim 90-ın cavabı neçə oldu? 11. Hə. Bəli. İndi gəldi başqa bu suala. Bax, məsələn, bu sual düşsə heç təəccüblənmərəm. Çünki sizə düşən o biri sual formasıdır. Bu özü 2025-ci ildə düşmüşdü. Bu da ikinci formasıdır. Bu məncə o birindən daha rahatdır. O 7-yə bölünməyən temasından. Son situasiya sualımızdır. Sonra 2 dənə də sadə tək sual cəhd edelim, ona da bitirəcəyik. Deyir, eyni hərflərin eyni, fərqli hərflərin isə fərqli ədədlər uyğun olduğunu bilərək, cədvəldəki məlumatlara əsaslanıb tapşırığı yerinə yetirin. Bax, məsələn, bu səfər şərtə baxın. Eyni hərf eyni, fərqli hərf fərqli rəqəm. Yəni ki, artıq burada tam A-ya sən 5 vermirsən, B-yə 5 verə bilmərsən. Çünki fərqli hərf fərqli ədəddə anlayışını verib burada. İndi burada bax, hərfləri tapmaq istəyirəm və hərflər nədən ibarət? Buna diqqət elə. 1, 2, 3 və 4 rəqəmlərindən əmələ gələn 2 rəqəmli natural ədəddir. Ümumiyyətlə 1, 2, 3, 4-dən istifadə edib mən hansı natural ədədləri yarada bilərəm 2 rəqəmli? 11, 12, 13, 14. 21, 22. 21, 22, 23, 24. 31, 32, 33, 34. 41, 42, 43, 44. Problem var mı burada? Yox. İndi bizə hansı hərflər tələb edir ki, onları axtaraq? Məsələn, 88-də rast sözünü istəyir. Birinci R-ni axtaraq. R, A, S, T-ni axtaraq. R-ya baxıram. Məsələn, bax şərtlər var. Eyni rəqəmdən təşkil olunmayan, sonuncu rəqəm 2 olmayan, cüt ədədlər, 1 əlavə etdi 3-ə qalxısı bölünən, sonuncu rəqəm 1 olanlar, yarısı 12-dən bölünənlər. Hər hansısa birindən başlayaq. Sən R-ni axtarıram. Baxıram ki, sonuncu rəqəm 1 olanların içində R var. Deməli, R-nın sonuncu rəqəmi 1-dirsə, deməli, R ya 11-dir, ya 21, ya 31, ya 41. Dördündən biridir. Sonra baxıram ki, bax, bu hissə diqqət eləyin. 2-də 1 hissəsi 12-dən böyük olanlar. Yəni, yarısı 12-dən böyük olanların içində R yoxdur. Deməli, R-nı 2-yə böləndə 12-dən kiçik olmalıdır. Onda deməli, R 31 deyil. Çünki 31-i 2-yə böləndə 15,5 edirək, 12-dən böyük olur. Həmçinin 41 2-yə böləndə 20,5 edir. 12-dən böyük olur. Deməli, R bunlar deyil. Ya 11-dir, ya 21. Və diqqətlə baxsan, 1 əlavə etdikdə 3-ə qalıqsız bölünənlərin içində R var. Yəni, deməli, R 11 imiş ki, üzərinə 1 əlavə etdikdə 12 3-ə qalıqsız bölünür. Amma 21-in üstünə 1 əlavə etdikdə 3-ə qalıqsız bölünmür axı. Ona görə 21 gedir, R olur 11. Burada problem var. On bir istifadə olundu. 11 atıram. Keçdim A-ya. A-nı başlayıram analiz eləməyə indi. Məsələn, baxıram ki, məsələn, A hardadır? Bax, cüt ədədlərin içində A yoxdur. Deməli, A tək ədəddir. Yəni, A 21, 31, 41, 13, 23, 33, 43-dən 1. Bax, burada yazıram. A 21, 31, 41, 13, 23, 33, 43. Bax, bir-bir detal gedirəm. Sonra davam edirəm. Sonuncu rəqəmi 1 olanlar içində A yoxdur. Deməli, A-nın sonuncu rəqəmi 1 ola bilməz. 21, 31, 41 getdi. Müəllim, Ya, həmişə eyni rəqəmlər təşkil olunur da məncə, hə? Birinciyə yaxşı, gəl ora baxsaq elə bax. cavabda da. Gəl bax, bura bax. Eyni rəqəmdən təşkil olunmayanların içində A yoxdur. Deməli, A eyni rəqəmdən təşkil olunmalıdır. Eyni rəqəmdən təşkil olunmalıdırsa, deməli, A-mız olur 33. A yazıram 33. Gəldim S-ya. Yenə, indi gəl S-nı axtaraq. Yenə baxıram bax S-ya. S
Elə buradan baxsam eyni rəqəmdən təşkil olunmayanların içində sığ yoxdur. Deməli sığ eyni rəqəmdən təşkil olunmalıdır. Yəni 11 istifadə olunduğuna, 33 də istifadə olunduğuna ya 22-dir ya 44-dür. Və baxıram ki, sonuncu rəqəm 2 olmayanların içində sığ var. Deməli sığın sonuncu rəqəmi 2 olmamalıdır. Ona görə 22 gedir, sığya qalır 44. 4 də getdi. Gəlirəm t-ya. Eyni rəqəmdən təşkil olunmayanların içində bax t yoxdur. Deməli t eyni rəqəmdən təşkil olunmalıdırsa bir dənə qaldı 22. Burada problem var. Bir şey soruşa bilərəm müəllim. Buyur. Bəs bəzən olur ki, iki hərf eyni rəqəmə bərabər olur. Onu necə bilirik ki, elə bir şey var yoxsa yoxdur? Bax bu cümlədən. Fərqli hərflər fərqli ədədlərə uyğun yazısı burada var. Əgər bu yazı olmasa götürə bilirsən eyni. Başa düşdüm, çox sağ ol. Gəldim gerbə. Burada r-nı tapmışam 11-dir. C, E, B-ni axtaracam. C, E, B. Bax görürsüz bu necə rahat gedir? Bu daha rahatdır. C-ni axtarıram. Və A-nı sənə tapdım. A-nı silim. Gəl C-ni başla təhlil etməyə. C hərfi. Baxıram. İndi baxıram ki, C hərfi. Sonuncu rəqəm 2 olmayanların içində Y yoxdur. Görsən? Yo var daha doğrusu. Deməli C-nin sonuncu rəqəmi 2 ola bilməz. 12, 32, 42 getdi. Cüt ədədlərin içində C yoxdur. Deməli C tək ədəd olmalıdır. C tək ədəd olmalıdırsa 14, 24, 34 də getdi. Sonuncu rəqəmi 1 olanların içində C var. Deməli C-nin sonuncu rəqəmi 1 olmalıdırsa ya 21-dir, ya 31-dir, ya 41-dir. 1 əlavə etdikdə 3-ə qalıqsız bölünənlərin içində R, C yoxdur. Onda deməli C 41 ola bilməz. Çünki 41-in üstünə 1 gələndə 42 3-ə qalıqsız bölünür axı. Onda C burada olmalıydı. Ya 21-dir, ya 31, o da gəlirəm yarısına. Yarısı 12-dən böyük olanların içində C varsa, deməli C 31. Çünki 21-in yarısı 10,5, 12-dən böyük deyil. Ona görə C də olur 31. 31 də getdi. E-ni axtarıram. E hərfi. Bax, sonuncu rəqəm 2 olmayanların içində E yoxdur. Deməli E-nin sonuncu rəqəmi 2 olmalıdır. Ya 12-dir, ya 32, ya 42. Həmçinin yarısı 12-dən böyük olanların içində E yoxdur. Deməli E-nin yarısı 12-dən kiçik olmalıdır. Çünki böyük olanların içində yoxdur axı. Deməli 42-nin 32 deyil. Çünki 42-nin 32-nin yarısı 12-dən böyükdür. Ona görə Y-yə qalır avtomatik 12. 12 də getdi sıradan. B-ni axtarıram. Görsən nə qədər ehtimallar azaldacaq. İndi gəl B-ni araşdıraq. B hərfi. Cüt ədədlərin içində yoxdur B. Deməli tək ədəddir. Ya 21-dir, ya 41-dir yerdə qalanlardan, ya 13, ya 23, ya da 43. Və bunlardan biridir. Yarısı 12-dən böyük olanların içində B yoxdur. Deməli yarısı 12-dən böyük olmamalıdır. 43 getdi, 41 getdi. Bunların yarısı 12-dən böyükdür axı. 1 əlavə etdikdə 3-ə qalıqsız bölünənlərin içində B yoxdur. Deməli bu 23 də ola bilməz. Çünki 23-ün üstünə 1 gələndə 24 3-ə qalıqsız bölünür axı. Ya 13-dür, ya da necə? 21'di sonuncu rəqəm 1 olanlar Ay yarısı. sağ ol. Sonuncu rəqəm 1 olanların içində B varsa, deməli B olur 21. O biri sualda knockdown istəyir bizdən. N-nı tapmalıyıq. Ki bu məsələ 21 12-də getdi. O-nu tapmalıyıq. K-nı tapmalıyıq. D-nı tapmalıyıq. A-nı tapmışıq burada. U-nu tapmalıyıq bir də. Gəl şöyle temanı tutsa gəlin bax sürətli başla bunları həll eləməyə. Birinci N-nı axtarırıq.
Bir də məsələn gəlin burada elə 10-u tapaq. Sonuncu rəqəm 1 olanların içində O var. O'nun sonuncu rəqəm 1 olmalısa deməli o 41-dir. 41 getdi. Avtomatik. N, K, D, U qaldı. Məsələn, N-ni axtarıram. N hərfi. Baxıram ki, N hərfi cüt ədədlərin içində yoxdur. Deməli, tək ədəddir. Ya 13, ya 23, ya 43. Yarısı 12-dən böyük olanların içində N yoxdur. Deməli, N-nın yarısı 12-dən kiçik olmalıdır. 43 getdi, ya 13, ya 23. Bir əlavə etdikdə 3-ə qalıqsız bölünənlərin içində N yoxdur. Deməli, 23 olamaz. Çünki 23-ün üstünə 1 gələndə 24 3-ə qalıqsız bölünür. N oldu 13. 13 də getdi. K-nı axtarıram. K hərfi. Cüt ədədlərin içində yoxdur. Deməli, tək ədəddir. Ya 23-dür, ya 43. Yarısı 12-dən böyük olanların içində K yoxdur. Onda deməli 43 olamaz. Çünki 43-ün yarısı 12-dən böyükdür. K-ya qalır 23. D-ya gəlirəm. D hərfi. Baxıram ki, D hərfi sonuncu rəqəm 2 olmayanların içində yoxdur. Bax, burada D yoxdur. Deməli, sonuncu rəqəm 2 olmalıdır. Ya 32-dir, ya 42. Sonra da baxıram ki, bir əlavə etdikdə 3-ə qalıqsız bölünənlərin içində D yoxdur. Amma 32 olsa üzərinə 1 gələndə 33 qalıqsız bölünməlidir axı 3-ə. 32 deyil, onda qalır 42. U hərfi qaldı bir dənə. U hərfi də cüt ədəddir. Deməli, ya 32-dir, ya 14, ya 24, ya 34. Elə bunun üstünə tapıram, silin bunu. 43 deyil. Deməli, ya 32-dir, ya 14, 24, ya da 34. Həmçinin yarısı 12-dən böyük olanların içində U yoxdur. Deməli, yarısı 12-dən kiçik olmalıdır. 32 getdi, 34 getdi. Daha doğrusu böyük olmalı, kiçik olmalıdır. Və yaxud da 12 öz ola bilər. 24, 14 qaldı. Bu da bir əlavə elədikdə 3-ə qalıqsız bölünürsə, deməli 14-dür. 2 üstünə 1 gəldi, 15 3-ə qalıqsız bölünürsə, bitdi, getdi. Problem var. Bu məncə digərinə daha rahatdır. Vaxt alır, çox hərf tələb edir. Baxın, gör nə qədər hərf istədi bizdən, amma yəni bu rahat idi bunu tapmaq. Keçirik son 2 dənə mətni göstərəcəm sizə. İkisi də rahat mətndir. Biri ovçulardır. Ovçuları dəfələrlə işləmişik. Sadəcə təzədən xatırlatmaq istədim. Ola bilsin birdən yadınızdan çıxar. Çünki bu ovçu 3 dəfə dalbadal düşdü qəbula. Sonra birdən-birə yoxa çıxdı. Birdən-birə yoxa çıxdı. İndi ona görə hər an nəsə eləyə bilərlər. Gəlin bir dənə bunu təzədən xatırlayaq. Şərti sürətdə oxuyuram. Deyir, heyvanlar müxtəlif hərflərlə işarə olunub. Ovçunu görən heyvanlardan el çinarın, G palıdın, N fıstığın, M şamın, K küşnarın yanında gizlənir. Və gizlənmək üçün daha 2 yer var. Cökə və şəbalıd ağaclarının yanı. Və gəl ağacların adını yazaq. Gizlənmək üçün 7 dənə ağacımız var. Çinar, palıd, fıstıq. Çinar, palıd, fıstıq. Şam, küşnar. Şam, küşnar. 2 dənə ağac var. Cökə, şəbalıd. Biraz əyri ol deyib yox. Olan şey. El çinarın yanında gizlənib ovçunu görür. Hep şey, belə deyim də, heyvanlardır. Ovçu görürlər, ovçu gəlir, hamısı qaçıb bir ağacın yanında gizlənir. El çinarın yanında gizlənir. G palıdın, N fıstığın, M şamın, K da küknarın. Və 2 dənə də boş ağacı var. Biri cökədir, biri şabalıd. İndi deyir ki, hər bir heyvan yerini yalnız ovçu onun gizləndiyi yeri istiqamətlənəndə dəyişir.
Heyvan digər heyvanların gizləndiyi yerə keçər, özlərinin axırıncı tərk etdiyi yerə qayıdar və ovçu ilə yerini dəyişə bilməz. Gizləmə imkanı olmayan heyvan ovçunun şikarına çevrilir. Tutalım, ovçu küknara hücum eləsə, K oradan qaçmalıdır. Amma qaçıb o biri heyvanların gizləndiyi ağaca gedə bilməz. Yəni çinara, palıda, fıçığa, şama gedə bilməz. Boşda hansı ağacı görürsə ora qaçıb izləməlidir. Yəni cökə və yaxud da şabaldı məsələn. Problem var bura kimi sualın şərtində. Deyir, ovçu birinci gedişdə cökə ağacın ətrafını yoxlayır. Və ovçu birinci gedişdə gəlir cökə ağacın yanına. Ovçunu onunla qeyd. Onsuz cökədə heç kim yoxdur axı. Heç bir heyvan dəbərmir. Qalır olduğu kimi. Görür heç kim yoxdur. Ovçu əliboş qayıdır. İkinci gedişdə ovçu şamı yoxlayır. Ovçu şama gəlirsə, M şamdan qaçmalıdır. Və hara qaçsın? Çınarda el var, ora gedə bilmir. Palıtda G var, ora gedə bilmir. Fıstıqda N var, ora gedə bilmir. Küşnarda K var. O bir heyvanların yanına gedə bilmir. Və bizə bura yazmışdı ki, ovçu ilə yerini dəyişə bilməz. Yəni ovçu cökədən şama gəlibsə, M şamdan cökə gələ bilməz. M gedə biləcəyi bir dənə ağac qalır, şabalıd. Keçdim üçüncü gedişə. Ovçu üçüncü gedişdə fıstığı yoxlayır. Ovçu fıstığa gələn kimi N qaçmalıdır. Bəs hara qaçsın? Çinarda başqa heyvan var, palıtda başqa heyvan var, küşnarda başqa heyvan var, şabalıdda başqa heyvan var və ovçunun yerinə dəyişə bilmədiyinə görə şama da gələ bilmir. Bir dənə boşda ağac hara qalır? Cökə, N getdi cökəyə. Burada qısa qayda olaraq müəllim, ovçunun getdiyi ağacdan adətən 2 gediş arxada, 4-cü gedişindədirsə, 2-ci gedişdə hansı ağaca gedibsə, heyvan o ağaca qayıdır. Qısa yol olaraq belə əzbərləmişdim. Düz də İkinci gedişdə çıxır bilmirəm. əslində. İndi o sən dedin qısa yolunu deyirəm indi sən. Bax indi sən dedin qısa yolunu deyirəm. 2 gediş əvvəl getmir. Bax indi üçüncü gedişdə hansı ağac qaldı bir dənə boşda? Bax hal-hazırda bax burada. Bir dənə şam boşda qalmadı. Deməli ovçu hansı heyvana hücum eləsə, həmin heyvan avtomatik şama gəlməlidir. Çünki boşda bir dənə ağac hal-hazırda şamda axı, başqa bütün ağaclar doludur. Yəni ən son gedişdə hansı ağac boşda qalıbsa, heyvan ancaq həmin ağaca gələ bilər. Məsələn, bax dördüncü gedişdə ovçu haranı yoxlayır? Küknarı. Ovçu küknara gəlirsə, K qaçmalıdır. K hara qaçsın? Bir dənə boşda qalan ağac şama gələ bilir. Çünki o bir ağaclar görürsünüz, onsuz da doludur. Və ovçu ilə yerini dəyişə bilmir deyə. Boşdakı ağac hansı idi? Şam. K gəlir şama. N öz yerində, M öz yerində, G öz yerində, L öz yerində. Fıstıq ağacı qaldı boşda. Deməli, növbəti dayanacaq fıstıq ağacıdır. Beşinci gedişdə ovçu çınarı yoxlayır. Ovçu gəlir çınara. El qaçır boşda qalan tək ağac haradır? Fıstıq. El gəlir fıstığa. G öz yerində, K öz yerində, N öz yerində, M öz yerində. Bir dənə boşdakı ağac küşnar qaldı bu səfər. Altıncı gedişdə ovçu yenidən cökəni yoxlayır. Ovçu gəlir cöküyə. N qaçmalıdır. Hara qaçsın? Bir dənə boşda qalan ağac hansı idi? Küknar. Qaçır küknara. M öz yerində, K öz yerində, L öz yerində, G öz yerində. Çınar bir dənə qalır boşda. 7-ci gediş. Ovçu şamı yoxlayır. K qaçmalıdır. Hara qaçsın? Boşdakı ağac Çınara qaçır. G, L, N, M öz yerində. Cöşə qalır boşda. Və nəhayət 8-ci gediş. Ovçu gəlir palıdın ətrafını yoxlayır. G qaçmalıdır. G hara qaçsın? Boşda bir dənə hansı ağac var? Cökə. G gəlir cöküyə. M öz yerində, N öz yerində, L öz yerində, K öz yerində. Şam bir dənə qalır boşda. Problem yoxdur bura kimi. Əla. İndi sualda bizə deyir ki, ovçu 9-cu gedişdə hansı heyvanlar şikarına çevrilə bilər ovçunun? Yəni deyir, ovçuya kömək ilə hücum eləyib heyvanı tutsun da yazıb 8 gedişdə əli boş qayıdır. Hem Və yadda saxlayın. Hal-hazırda boşdakı ağac hansıdır? Şam ağacıdır, düzdürmü? Məsələn, ovçu tutalım
hücum eləsə fıstığa, el gəlməlidir Şama. Və yaxud ovçu hücum eləsə Şüknara, en gəlməlidir Şama. Ovçu hücum eləsə məsələn Cökiyə, G gəlməlidir Şama. Düzdürmü? Boşda qalsa Şamda axı. Amma yadda saxlayın. Bizə nə yazmışdı burada? Heyvanlar özlərinin axırıncı tərk etdiyi yerə qayıda bilməz. Yəni Şamda əvvəl hansı heyvanlar olub? M ilə K. M Şamdan çıxıb Şabalda gəlibsə, yəni nə dəxli var 7 gedişli Şabalda qalıb? Axırıncı, yəni Şabalda hardan gəlib? Şamdan gəlib axı. Şamdan Şabalda gəlibsə, Şabaldan təzədən Şama gələ bilməz. Qadağası var. Həmçinin K Şamdan Çinara gedibsə, Çinardan təzədən Şama qayıda bilməz. Qadağası var. Ona görə ovçu M ilə K-ya hücum eləsə, M ilə K Şama gəlməlidir, amma qadağalar olduğuna görə gələ bilmirlər. Deməli, ovçu M ilə K-ya hücum eləsə, M ilə K çevriləcək bunların şikarına. Ona görə cavab olur M ilə K. Yəni qısacası ən axırıncı gedişdə hansı ağac boşda qalıbsa, orada olan heyvanları götürürsüz gedir. Müəllim, bəs C-yə də hücum eləsə, C ovçunun yerini dəyişə bilməz axı. Ovçu yeni Yoxsa dəşmiş, C gəlir, Şama hə, gəlir də Şama gedir. gəlir. Hə, bildim. Çox sağ olun. Bu da olur bizim ovçu məsələmiz. Amma bir dənə bir şey deyim, ovçunun cavabını yadda saxlamaya çalışmayın ha. Ovçu düşəndə hər dəfə fərqli formada düşür. Hər dəfə fərqli cavablar çıxır. Keşişatı yadda saxlayın, bunu mütləq həll eləyin. Həll eləməsəz cavabı səhv çıxarda bilərsiniz. Və nəhayət gəldik son sualımıza, 15-ci mətn sualımızı da izah edeyim. Sual da məşhur sualdır. Bu könüllü illə də düşüb qəbula, təzə illərdən də birinə düşmüşdü. Yenə təzə nəsə dedim qoy izah edeyim bunu. Uşaqlar bizə İnşallah görsən bunu düşər. qarışdırır. Necə? İnşallah ki düşər bu. Ha, inşallah, inşallah. Deyir, 3 dənə bacı, İradə, Natəvan və Sevil eyni otaqda əyləşiblər. Biri toxuyur, biri çay içir, üçüncü televizora baxır. Onlardan biri universitetdə oxuyur, ikincisi həkim işləyir, üçüncüsü məktəbdə oxuyur. Bunu iki cür cədvəlin qura bilərik. Yadınızdasa bunu işləyən demişdim. Çünki burada sayda azdır. 3 dənə kateqoriyam var. Sən şəxsən adın bir tərəfinə yazıram. İradə, Natəvan, bir də Sevil. Yuxarıdan məsələn nə iş gördüklərini yazıb elə də doldura bilərəm. Məsələn, toxuyur, çay içir, nə iş görür və yaxud da elə yazıram. Oxuyur, nə oxuyurlar? O yazıram oxumaq. Bir də yazıram nə iş görürlər o, gördükləri iş. Birinci cümlə deyir, İradə həkim deyil. Belə eləməyin, bu işlə qarışdırmayaq. Buna yazın. Bunu iş yazaq. Buna yazaq. Nə ilə məşğuldurlar? Nə ilə məşğuldurlar? İradə həkim deyil. İradə əgər həkim deyilsə, deməli İradə ya universitetdə oxuyur, ya da məktəbdə oxuyur. Yazıram uni, məktəb ikisindən biridir. Natəvan isə məktəbli deyil. Natəvana məktəbli deyilsə, deməli Natəvan ya universitetdə oxur, ya da həkim işləyir. Uni, məktəb. Həkim televizora Yox, baxmır. müəllim. Necə? Məktəb yoxsa Natəvan çalışdım. məktəbli Universitet. deyil, deyir. Həkim olmalıdır. Universitet ya da həkim, bəli. Ya universitet ya da həkim. Həkim televizora baxmır. Həkim televizora baxmırsa, həkim nəyə görə bilər televizora baxmırsa? Ya toxuyur, ya da çay içir. Ya toxuyur, ya da çay içir. Məktəbli çay içir. Çay içən məktəblidirsə, deməli həkimə qala bilən toxumaq. Deməli həkim hal-hazırda toxumaq işi ilə məşğuldur. Məktəbli çay içir. Universitet tələbəsində görəcəyi bir dənə iş qalır. Televizora baxır. Dərs oxumur, oturub televizora baxır. Bura kim problem var? Natəvan toxumağı bacarmır. Natəvan toxumağı bacarmırsa, deməli Natəvan həkim deyil. Çünki
Həkim hal-hazırda nə iş görür? Toxumaqla məşğuldur. Yəni mən burada Nativanı həkim götürsəm, gərək qabağına toxumaq yazım. Nativan toxumağı bacarmırsa, deməli Nativan həkim deyil. Nativan həkim deyilsə, Nativana qala bilən universitet tələbəsi. Universitet tələbəsi Nativandırsa, iradədən universitet gedir, bir dənə qalır məktəbli. Həkimlə bir dənə qalır sevilə. Həkim toxuyur, məktəbli çay içir, universitet tələbəsi televizora baxır. Tələbənin adı nədir və nə işlə məşğuldur? Tələbə Nativanı televizora baxır. Bu da bizim 15-ci situasiya mətnimiz. Belə əziz yoldaşlar, qoy bir dənə rekordu saxlayayım, son qeydlərimi deyim sizə. Rekordu bir dənə saxlayayım.